sıxıntı olmasın. Fərz eləyək ki, uşaqlar bizə nəsə birləşmə nəzəriyyəsində nəyisə biz həll etmək üçün nələr lazımdır? Bizə orada lazımdır permutasiya, faktorial və kombinasyon. Ən sadəsindən başlayaq da. Birinci ən sadəsi hansıdır? Uşaqlar biz birinci faktorialı bilməliyik. Faktorial nədir? Uşaqlar faktorial verilmiş ədədə qədər olan natural ədədlərin hasilidir. Məsələn, tutaq ki, burada əgər biz yazsaq n faktorial, bu o deməkdir ki, bu olsun n faktorial. N-ə qədər olan natural ədədlərin hasili 1, vurulsun 2, vurulsun 3, vurulsun nəsə. Burada bunların heç birini bilmirik. N çıxılsın 1, yəni n-dən əvvəlki və n-in özü. Məsələn, uşaqlar 1 faktorial elə 1-ə bərabərdir. Çünki 1 də bunu vuracağım, heç nə yoxdur. Sonra burada yazıq 2 faktorial. Uşaqlar 2 faktorial 1 vurulsun 2-dir. 1 vurulsun 2, bu elədir 2. 3 faktorial 1 vur 2 vur 3-dür da, bu olacaq 6. Nə bilim 4 faktorial 4-ə qədərdir. Bu eləyəcək 24. 5 faktoriala gəlsə, 5 faktorialımız olacaq belə. 5 faktorial 1 vurulsun 2, vurulsun 3, vurulsun 4, vurulsun 5. Bu da uşaqlar 1-dən 5-ə kimi olacaq 120. Yaxşı olar ki, 1-dən 5-ə kimi olanları əzbər biləsiniz. Çünki bunlar hər dəfə lazım olur. Hər dəfə oturub bunları bir-bir vurmayınca görəsən neçə eləyəcək. Bir də uşaqlar burada kiçik bir qeyd kimi deyim, 0 faktorial bəzən lazım olur. 0 faktorial 1-ə bərabərdir. Yəni bu riyazi çıxarılış orası bizə lazımdır, amma 0 faktorial görəndə bilin ki, bu 1-dir. Yəni 0 faktorial 0-a bərabər deyil. Bu arada bunları qeyd eləsəz yaxşı olur. Ən azından bir dənə düzsün, heç olmasa qeyd edin, bir dənə nümunə yazın, ondan sonra keçək. Yəni hər dəfə rekordu axtarmayın. Ayda görəsən o nə idi, bu nə idi? Faktorial düz asan da faktorialdan birincisini yazsaz kifayətdir. Amma bundan sonra yazacaqlarımı mütləq siz də qeyd edin ki, kitaba qeyd edin, dəftərə falan bir yere yazın. Hər dəfə bu rekordu fırlamaq var ki, görəsən harda müəllim nə demişdi. Faktorialla bağlı kimin nəsə sualı varmı? Qeydlərimizi də götürdük. Davam edə bilərik. Yoxdur desəm problemimiz, davam edirik. Yaxşı, faktorialı bildik. Uşaqlar, sonra nə keçəcəyik? Sonra təbii ki, permutasiya. Bu olsun B variantı. Gəldik permutasiya. Permutasiyanın düsturunu bilən. Sonra permutasiyanın düsturunu xatırlayan var necə idi? Kimsə xatırlayırmı? Məktəb vaxtından. Bir idi, yoxsa? Yox, uşaqlar, permutasiya belədir. N faktorial. Aşağıda bəs? Aşağıda uşaqlar n çıxılsın k faktorial. Səsiniz tam gəlmədi. Amma n faktorial bölünsün n çıxılsın k faktorial olmalıdır. Bir də burada bunu mütləq qeyd edək. Uşaqlar, burada n k-dan böyük olmalıdır. Böyük bərabər daha doğrusu. Çünki faktorialdan ancaq natural ədəd dedik. Əgər n k-dan balaca olsa çıxanda mənfi eləyəcək, mənfinin faktorial olmaz. Və nümunə yazaq. Məsələn, tutaq ki, nümunə yazaq burada. Permutasiya 5-dən 2. Bu permutasiya 5-dən 2 niyə bərabərdir? Yuxarıda olacaq 5 faktorial, aşağıda nə olacaq bəs? 5 çıxılsın 2 faktorial. Bu da faktorialdır. Bu da bərabər nəyə uşaqlar? 5 faktorial bölünsün 3 faktorial. 5 faktorial bayaq yazmışdıq da 120 idi. 3 faktorial da 6. 120 bölü 6 olur 20. Təbii ki, həmişə belə rahat balaca ədəd olmur. Bəzən böyük ədəd də verə bilər. Məsələn, tutaq ki, burada yazaq indi biraz da böyük ədəd. Permutasiya. Bəzi yazıq ki, burada 11-dən 3. Bu da nə olacaq? 11 faktorial, 11-dən 3-ü çıxacaq 8 faktorial. Yaxşı, bəs sizcə bunu necə hesablayacaq? Həm 8, həm də 11 faktorial kifayət qədər böyük ədədlərdir. Bunu hesablamaq var. Necə hesablaya bilərik? Şöyle ixtisar edirik. 11 faktorial yazırıq belə. 8 faktorial vurulsun. 11-ə kimi olanlar 9, vurulsun 10, vurulsun 11. Yenə də həqiqətən bunları vursanız 11 faktorial alınacaq. Aşağıda da 8 faktorial. Həmin bu 8 faktorial ixtisar edər. Qalar 9, 10, 11, 99, 990. Bəs bu hesablaması və permutasiyanın düsturu ilə bağlı problemin sıxıntısı olan. Yoxdursa buranı qeyd edin, sonra permutasiyanı bağlı 2 dənə düstur deyim, ondan sonra keçək. Necə? Məsələn, permutasiya 5-dən 2-də yəni 2 vaxt arxaya gedib 5 vurulsun 4 kimi. Yəni düstur yadda qalmasa da. Düstur yadda qalması necədir? Səsin tam gəlmədi, eşidə bilmədim. Müəllim, məsələn, permutasiya 5-dən 2-yə deyil, 5-dən 2 vahid arxaya, məsələn 5, bir də 4. Ya da 11-dən 3 deyil, 11, 10, 9. Düzdür. Amma o həmişə sağda balaca ədəd olanda keçərli. Sağda biraz böyük ədəd olsa, o da çox uzanır. Düzdür dediyində bu arada. Amma müəllim, eyni yerə gəlir. Eyni yerə gəlir. Səhvlik zaten kombinasyonu hesablamaq lazımdır. Düz deyirsən, səhv demirsən. İlk dəfədə riyaziyyat oxumanın işə yaradı. Mən ehtimalı təzə keçmişəm. Zəhmət yarasın. Deyirəm axı, yaddan çıxmır fənə.
Yazdıq bunu. Davam edirik. Sağlar, bizə bir də nə lazım olar? Bizə lazım ola bilər bu permutasiya ilə bağlı belə düşünsək. Permutasiya n-dən 1 və permutasiya n-dən n nəyə bərabərdir? Bunları permutasiya ikisi də düsturdur. Permutasiya n-dən 1 bərabərdir. N faktorial bölünsün n çıxılsın 1 faktorial. Bu da nə olacaq? N faktorial yaza bilərik də belə. N çıx 1 faktorial vurulsun n-in özü. Burada da n çıx 1 faktorial. Əgər fikir versəz, bu n çıx 1 faktoriallar ixtisar gedər, qalar n-in özü. Yəni, misal üçün, nümunə yazsaq, permutasiya 8-dən 1 elə 8-dir. Burada bir nümunə yazsaq, permutasiya 8-dən 1 elə 8-in özünə bərabər. Yəni, 8-dən 1-in 8 olacaq 8. Bəs permutasiya n-dən n, şu an permutasiya n-dən n-dən gələni hesablayaq. Bu da nə verəcək bizə? Bu da verəcək belə n faktorial bölünsün n çıx n faktorial. N çıxılsın n faktorial. Yəni, olacaq belə də n faktorial bölünsün 0 faktorial. Bəli demişdik ki, 0 faktorial bir deyil. Yəni, bu bərabərdir n faktorialın özünə. Misal üçün, biz burada belə bir şey yazsaq, permutasiya nə yaza bilərik burada? 8-dən 8. Elə bu bərabərdir 8 faktorial. Təbii ki, bunu hesablamaq kifayət qədər böyükdür. Bəs bunlarla bağlı sualı olan. Çünki bəzən birbaşa yazmaq lazım olur. Yəni, birinci permutasiya 6-dən 1 6-dır, nə bilim 7-dən 1 7-dir və s. Müəllim, yuxarıdakı sürətini mən başa düşmədim. Orada n faktorialın qabağında niyə görə n0 yazdınız ki? Göydə yazdığınız Məsələn, tutaq ki, tamam, okey, yazmışam ki, burada permutasiya 6-dan 1. Bu nə olacaq? 6 faktorial bölünsün 5 faktorial olmayacaq. Bu 6-nı belə yazmayacaqsan, 5 faktorial vur 6, yəni 5 və sonrakı da. Burada n faktorial da var. N çıx 1 yazdım. N çıx 1-dən sonrakı hansıdır? N. Ona görə n çıx 1 faktorial vurulsun n. Mən başa düşdüm. Çox sağ olun. Sən də sağ ol. Başqa sualı olan? Yoxdur. Permutasiya ilə bağlı bu qədər. İndi gəldik kombinasyona. Uşaqlar, bizə permutasiya çox da lazım olmayacaq. İhtimal heç lazım olmayacaq. Bizə lazım olan faktorialdır, onu bildik, o asandır. Bir də əsas lazım olan kombinasyondur. Ona görə kombinasyonla bağlı kiminlə sual varsa mütləq desin. Kombinasyon ən lazımdır aralarında. Gəldik yazdı belə. Kombinasyon n-dən k. Əslində bu permutasiya çox oxşuyur. Demək olar birə-bir eynisidir. Sadəcə fərqi oradadır ki, burada yuxarı n faktorial yerində qalıb. Burada da n çıx k faktorial yerində qalıb. Tək fərq şu olur burada, k faktorialın özü də var. Və yenə təbii ki, burada da n k-dan böyük olmalıdır. N böyükdür, bərabərdir k-dan. Ola bilməz ki, oradan kiçik olsun. Məsələn, şuralar nümunə yazsaq, yenə gəlin yazaq, 5-dən 2 yazmışdıq. Orada gəlin 5-dən 2-ni yazaq. Kombinizon 5-dən 2. Bu nə verəcək uşaqlar? 5 faktorial bölünsün. 5 çıxılsın 2 faktorial, bir də vurulsun 2 faktorialın özü. İndi bunu hesablayanda olacaq belə. 5 faktorial bölünsün 3 faktorial vurulsun 2 faktorial. Yaxşı, bunu hesablasaq bəs nə verəcək? 120 bölünsün 6 vurulsun 2. O da hansı ki olacaq 10. Gəldik bura bir dənə böyük bir şey yazaq. Məsələn, yazıram kombinizon 11-dən 3. Bunu hesablayaq. Bu nə verəcək bizə? Bəs 11 faktorial, 11-dən 3-ü çıxacam 8 faktorial, bir də 3 faktorialın özü. Burada həmişə uşaqlar yuxarıdakı, aşağıdakı böyüklə eyniləşdirib ixtisar aparın. Yəni 11 yazmaq olar da belə 8 faktorial vurulsun 9, vurulsun 10, vurulsun 11. Bir də burada bölünsün 8 faktorial, vurulsun 3 faktorial da zaten 6 edir. Bunlar gedəcək, 9 vurun 90-ı 6-ya böləndə 15 eləyəcək, 15 vurun 11 eləyəcək 165. Bəs bu kombinizonun düsturu ilə və onun hesablanması ilə bağlı sualı olan. İndi başqa qaydasını da deyəcəm, Gülara deyən qaydasını da deyəcəm, o daha rahatdır kombinizonda. Bu oldu düsturun hesablanması. Amma uşaqlar, eyni bunları yoldaşın dediyim kimi hesablaya bilərsiniz. Kombinizon hesablamaq daha rahatdır. Məsələn, tutaq ki, kombinizon yazdıq 5-dən 2 düzdür. Kombinizon 5-dən 2-ni hesablayırıq. Sağ tərəfdə neçə yazmısınızsa 5-dən özü daxilmaq da geri qayıdırsınız. Məsələn, 5-dən 2 yazmışıq, bunu yazırıq belə 5. 5-dən əvvəlki hansıdır? 4. Bölünsün sağdakı faktorial, yəni 2 faktorial. 20 ilə 2-yə böləndə 10 eləyər. Məsələn, tutaq ki, birini yazaq, kombinizon 8-dən 3. Bunu bəs nə edəcək? 8 daxil olmaqla 3 dənə geri qayıdırıq. Hansılarda 8 vur 7 vur 6. Bəs aşağıda nə olacaq? 3 faktorial. Onda bu 3 faktorialla 6 gedəcək, qalacaq 56. Yəni sağda neçə yazmısınızsa o qədər özü daxil olmadan geri qayıdırsınız. Aşağıda isə sağdakı faktorial olacaq. Bu daha rahat hesablanmaqdır. Bunu daha şifahi hesablaya bilərsiniz. Kimə hansı rahatdır? Bu arada onu hesablaya bilərik. İstəyirsə saparın düsturda qoyun. Düstura alışanlar. Həmişə düz olur, hə. Yəni, Arada düstura alışanlar həmişə düsturda qoyanlar orada da hesablaya bilir, amma fərqi yoxdur. Nəsə soruşurdum deyəsən, Aynur. yəni S-in bu tərəfində 2 var, yəni
Bu tərəf sağı solundan böyük olsa da fərqləmir. Həmişə sol böyük olmalıdır zaten. Sağ böyük ola bilməz. Həmişə sol böyük olmalıdır. Axı soldakından sağa çıxırsan, həmişə soldakı böyük olmalıdır. Öz Hə, o S deyil, K-dır, K, kombinizon. mən bildim. Mənim Çox sağ riyaziyyatım ol. Max əlaqə. Biraz yuxarı qaldıra bilərsiniz, ona şəklini çəkin. Hə, tamam. Çək. Çəkməyin, bunları yazın. Mən izah eləmək üçün böyütmüşdüm. Bunları yazın, sonra keçək. Bunları yazın, sonra orada başqa düsturlar da deyəcəm. Çəkdim mənim, çox sağ olun. Sən də sağ ol. Yazdıq uşaqlar bunları. Keçə bilərik. Bəli. Sualı sıxıntısı olan. Bunlar hələ bu arada başlanğıcıdır. Biz yavaş-yavaş davam edirik. Kombinizonla bağlı iki düstur daha. Hansı ki, bizim işimiz xeyli rahatlaşacaq. Birincisi bunu deyək. Kombinizon n-dən k bərabərdir. Kombinizon n-dən n çıx k-ya. Yəni, məsələn, uşaqlar, tutaq ki, yazmışam burada belə. Kombinizon, nə bilim, yazıram 10-dan 3. Bu bərabərdir. Kombinizon 10-dan 10 çıx 3 neçə eləyir? 7. Niyə bunlar bərabərdir? Çünki gəlin hesablayaq. Uşaqlar, kombinizon 10-dan 3. Bu nə olacaq? Üstünü hesablasam, olur belə 10 faktorial bölünsün. 10-dan 3-ü çıxıram 7 faktorial. Bir də 3 faktorialın özü burada. Sağ tərəfdə nə olacaq bəs? 10 faktorial bölünsün. Ondan 7-ni çıxıram 3 faktorial, bir də 7 faktorialın özü. Demək ki, bunlar bir-birinə bərabərdir, ikisi eyni şeydir. Bəs mən bu harda işimə yarayacaq? Məsələn, tutaq ki, 1-2 nümunə yazaq. Yazmışam mən burada kombinizon 8-dən 3. Uşaqlar, bu sizcə kombinizon 8-dən neçəyə bərabər olacaq? 5-ə. 5-ə. Yəni, burada çox böyük bir şey versək. Məsələn, yazın burada kombinizon 21-dən 18. İndi bunu hesablamaq var da, düzdür? Amma bunu bir yaza bilərəm də mən. Kombinizon 21-dən neçə? 21 - 18 3. Və bunu da bayaq dediyim qısa qayda ilə yazdıq. 21-dən 3 dənə geri qayıdırsınız. 21 vurulsun 20 vurulsun 19. 3 yazmışıq deyə. Aşağıda da 3 faktorial. 3 faktorial da 6 eləyir. İndi bu 6-nın ikisi bura ilə getsə, 3-ü də bura ixtisar aparsaq 6 eləyir axı burada. Bu 3, bu ilə getsə 7 qalsa, 2 də bura ilə getsə 10 qalsa, bunları vurursunuz bir-birinə. Bu da neçə eləyir? 7-nin 19-a vuranda 70, 63. 133 deyəsən, bu 1330 eləyir. Əgər səhv vurmadımsa. Yəni, belə hesablayanda çox daha rahat hesablayır. Bir var o boyda şeyi hesablayır, bir də var bunu rahat apar yerinə qoy. Bu hissədən bəs sualı olan kombinizon n-dən k bərabərdir kombinizon n-dən n çıx k-ya. Və hesablayanda da elə daha rahat geri qayıda bilirik. Sualı olan. O zaman yazırıq. Yazın keçək. Yəqin ki, artıq yazmış olaraq deyə düşünürəm. Yəni, yaza bilməyən uşaqlar skrin götürsün, ilə yazsın. Gəldik kombinizondan son olaraq. Permütasiyada bunu demişdik. Gəlin kombinizon da deyək. Kombinizon n-dən 1 və kombinizon n-dən n. Bunlar niyə bərabərdir? Kombinizon n-dən 1 permütasiyada fərqi yoxdur, n özüdür. Çünki baxın, n faktorial bölünsün n çıxılsın 1 faktorial. Bir də orada 1 faktorialın özü olaq, elə bu permütasiya eyni şeydir də. Olacaq bu belə. N çıx 1 faktorial, oradakı n yazıram. N çıx 1 faktorial vurulsun n bölünsün n çıx 1 faktorial. Zaten 1-ə vuranda eyni şey olur. Bunlar gedir, qalır n. Yəni, məsələn, tutaq ki, nümunə yazsaq, kombinizon 8-lərdən birini seçiriksə, kombinizon 8-dən 1 bərabərdir 8-in özünə. Amma n-dən n fərqlidir, bu 1 eləyəcək. Niyə 1 olur? Çünki olur belə, n faktorial bölünsün n çıxılsın n faktorial, bir də vurulsun n faktorialın özü. İndi heç nə, n faktorial qaldı yuxarıda. N-dən n çıxdım, oldu 0 faktorial, bir də vurulsun n faktorial. Bu n faktoriallar gedir, 0 faktorial da 1-də, 1 böl 1-də olur 1. Yəni, sən neçə yazırsan yaz orada, fərqi yoxdur. Tutaq ki, məsələn, yazmışam kombinizon 20-dən 20. Bu da elə 1 eləyir. Fərqi yoxdur onun. Bunlarla bağlı bəs sualı olan. Sonra, bura kimi oldu hesablanması. Yəni, bunlar bizə sadəcə hesablama hissəsində lazım idi. Yəni, bura kimi bizim birləşmələr nəzəriyyəsi və ehtimalla bağlı hələ heç nə keçməmişik. Sadəcə biz nə lazım olacaqsa, permütasiyadır, faktorialdır, kombinizon nədir? Onları dedim ki, hansı necə hesablayacağıq.
Bura kimi suala sıxıntısı olan. Yoxdur. Gəldi əsas məsələ. Mən ümumi başlıq kimi yazıram burada. Çünki hər sualı ayrıca başlıq yazsaq, həm çox vaxtımızı gedəcək, həm də çox yer tutacaq. Burada yazıram birinci tiplər, birinci. Aşağıdakı suallarda, aşağıdakı suallarda mümkün düzülüş variantlarının sayını tapın. Mümkün düzülüş. Bunları siz də qeyd eləsəz çox yaxşı olar. Düzülüş variantlarının sayını tapın. Yəni deyəcəyim nümunələr kitabda hamısının ayrı-ayrı suallar var və aralarından neçəsi qəbul sualıdır. Məsələn, uşaqlar, ən sadəsi, yəni ən çox düşən imtahanda düzülüşdür. Ona görə mən düzülüşdən başladım və normal düzülüşdən söhbət edir. Tutaq ki, soldan sağa düzülmüsünüz və ya öndən arxaya düzülmüsünüz. Fərz edək ki, bizə 6 nəfər lazımdır. Görək kim var orada. 6 nəfər seçək. Məsələn, Aynur var. Yazaq buradan. Aynur. Sonra mən Aynur'u görürəm orada. Aytac var. A, 2 dənə A oldu. Yox, bu qalsın. A'lar qaldı. A'lardan bir nəfər yazmışam. İndi hamınız orada təsəvvür edirsiniz. Hə, düzdür, Çinarə var. Sonra Gülarə var. Günnur da var yamış. Jalə var. Nə bilim, Kübra var. Bu olsun Jalə. Bu da olsun Kübra. Bir nəfər də lazımdır bizə. Bir də olsun, hə, Natiq. Sonra baxın, 6 nəfər yazdıq burada. Bu 6 nəfər şəkil çəkdirirlər. Yaxşı, sizin adlarınızı yazacağam. Tamam. 6 nəfər şəkil çəkdirirlərsə, sizcə bunlar neçə fərqli formada dayana bilərlər? 6 nəfər şəkil çəkdirir. Neçə fərqli formada düzülə bilərlər? 5. 6 faktorial eləyir müəllim. 6 faktorial eləyir, hə. Niyə 6 faktorial eləyir? Orasına baxaq. Uşaqlar, çünki bu 6 nəfər 6 fərqli formada dayanacaq. Olacaq 6 faktorial. Nərmin də tapıb düz orada. 6 faktorial olmalıdır. Burada olacaq 6 faktorial. Ümumiyyətlə bunu burada bir qeyd kimi yazdaq. Bu mütləq yanımızda olsun. N dənə əşyadan olsa, burada bir qeyd eləyək. N fərqli əşya. Uşaqlar, bunların yer dəyişməsi əgər heç bir şərt verilməyibsə, bu həmişə n faktorialdır. N faktorial. Məsələn, tutaq ki, 6 dənə maşındır, 6 dənə qələmdir, 6 dənə partadır, 6 dənə kitabdır. Canlı cansız fərqi yoxdur. 6 dənə topdur, 6 dənə güldür, 6 dənə insandır. 6 dənə nə olursa olsun. Həmişə 6 faktorialdır. Yəni bu olacaq 720. Bu heç. Bu olsun uşaqlar, sadə sualdır. Bu olsun A. Gəlin buraya əlavə şərtlər qoyaq. Bu A idi. İndi mən B-də fərz eləyək ki, burada belə bir şey deyirəm ki, yenə bunlar şəkil çəkdirəcəklər. 6 nəfər sıraya düzülməlidir. Amma Aynurla Çinarə deyir ki, biz yanaşı olmalıyıq. Aynur və Çinarə yanaşı duracaq. Digərləri ilə bağlı heç bir şərt yoxdur. Sadəcə 6 nəfərdən bu ikisi mütləq formada yanaşı durmalıdır. Sizcə uşaqlar bunu necə həll edəcək? Bunlar ikisi yanaşı duracaqsa. Kombinasyon altdan 2. 6 Yox. çıx 2. 5 2 faktorial. saniyə tərəf edə getdi. Uşaqlar, burada bunlar yanaşı duracaq. Baxın, hara qoysanız orada yanaşı olacaqlar. Əvvəldə də, ortada da, axırda da. Hara yazırsınızsa yazın, bunlar yanaşı dayacaqlar. Ona görə bunların ikisini bağlayıb bir nəfər kimi seçirsiniz. Yəni bunlar yapışıq əkizlərdir də, biri hara getsə, bir dura gedəcək, yanaşı duracaqlar. Yəni fərqi yoxdur. Bunları əvvələ qoyun, ortaya qoyun, hara qoyursa qoyun. Aynur hara getsə, Çinarə yanında olacaq. Yəni olacaq onda belə. Aynur, Çinarə, bunları bir yerdə yazdı. Sonra Gülarə, Jalə, Kübra və Nərmin. Onda 5 Uşaqlar. en sıx bir faktorial olur müəllim elə onda. Hə, burada en sıx bir faktor olur. Burada bunları bağlayırsınız, bunları bir nəfər kimi götürürsünüz. Bir nəfər kimi. Sonra baxın bu 2, bu 3, bu 4, bu da 5. Çünki bizdə burada bu Aynurla Çinarəni bir nəfər kimi götürürük. Bu oldu bir nəfər. Nə baş verir bəs onda? Fikir verin uşaqlar, bunlar bir nəfərdir, xarc etsə bir nəfərdir. Olacaq 5 faktorial vurulsun. Bir də nəyi yaddan çıxarmırıq? Bir də onu yaddan çıxarmırıq ki, bu Aynurla Çinarə bir yerdə gəzsə də, bunların öz yerləşmələri var. Yəni Aynur, Çinarə, Çinarə, Aynur. 2 fərqli formada ola bilər axı. Bunların öz yerləşmələri, sağ-sol fərqi var. Ona görə burada 2 faktoriala vururuq. Yəni mütləq öz yerləşməsini nəzərə almaq lazımdır. Bu da hansı ki bizə eləyəcək 120 vurulsun 2, 240. Bu ikinci nümunə ilə bağlı kimin nə sualı var? Yoxdur ki bir sualımız. Müəllim, bir dənə mənim sualım var. Hə, Orada 3 dənə yanaşı ola bilər, elə bir sual düşə Hə, bilər. gəl, ona gəlirəm. Buradan sualı olan bu nümunədən. Yoxdur ki. İndi tutaq ki, bunlar ikisi bir yerdə durdu deyə, o bir üç qızla qısqan də biz də bir yerdə olacağıq. Hansılardır? Gəldi C variantı. Tutaq ki, Gülarədir, Jalədir və Kübradır. Bunlar da yanaşı olmalıdır.
Əgər bunlar yanaşı olacaqsa, indi bunları bağlayıb bir nəfər kimi gəzdirirsən sağa sola. Yəni bu Aynur, Çinarə, Gülarə, Jalə, Kübra, Nərmin. Uşaqlar, bunları bağlayırsınız. Bunları bağlayıb bir nəfər kimi götürürsünüz. Bir nəfər kimi hərəkət edirlər. Solda da, sağda da, hər yerdə də. Aynur ikinci, Çinarə üçüncü, bu da dördüncü adam. Bəs bunu hesab edəndə nə olacaq? Uşaqlar, burada nə baş verəcək? Əgər fikir versəz, 4 fərqli adam var. Nə olacaq burada? 4 faktorial. Bir də yaddan nə çıxdı? Bunların öz yer dəyişməsi. Yəni Gülarənin, Jalənin və Kübranın. Bunların üçünün yer dəyişməsi. Olacaq burada 3 faktorial. Bunu hesab edəcəksiniz, olacaq deməli 24 vurulsun 6, yəni 144. Yəni 3 nəfər olmasın, lap 4-ü bir yerdə olsun. 4-ün bağlayıb bir nəfər kimi gəzdirsən ki, bunlar solda, sağda, hər yerdə bir nəfər kimi gəzəcəklər, hərəkət edəcəklər. Bu bəs hamıya aydındır yoxsa necə? Müəllim, axşamınız xeyir. Bəli. Yuxarıda 2 faktorial, aşağıda 3 faktorial yazısınız. Mən anlamadım. O nə ilə bağlı idi? O öz yer dəyişmələridir. Özlərinin yer dəyişməsi. Yuxarıda 2 nəfərdir, aşağıda 3 nəfərdirlər. Ona görə. Yəni özlərinin yer dəyişməsidir. Biraz da dərinləşdirək. Buradan bir sual yoxdursa. Bunları xəttə göstərəcəm, yazarsınız, səbirli olun. Uşaqlar, bir də biraz dərinləşdirib belə bir şey yazaq. Hə, buyur. Neçə nəfərdirsə onu çıxırıq, sonra həmin faktoriala vururuq. Hardan aldın? Yox. Yox, əlaqəsi yoxdur. Neçə nəfərdirsə onu saydın. Bax, 1, 2, 3, 4 nəfər idi. 4 faktoriala vurdun. Bir də bunların neçə nəfərdirsə, bunların öz yer dəyişməsi. Yəni 3 nəfərdirlər, 3 faktorial yazdım bura. Bildim mən. Çox sağ olun. Sənə sağ olun. İndi uşaqlar tutaq ki, həm onlar, həm bunlar. Yəni həm Aynurla Çinarə və bunlar da ayrıca. Jalə, Gülarə, Kübra yanaşı olsun. Onda nə edirsiniz bəs? Burada nə baş verəcək? Bunların ikisini bağlayıb bir götürürsünüz. Aynurla Çinarə, Jalə, Gülarə, Kübra. Bunları bağlayıb bir nəfər götürürsünüz. Bir nəfər kimi. Bunları da bağlayıb bir nəfər kimi götürürsünüz. Nərmin yazıb ki, qrupa təzə gəlmişəm, mən heç kimi tanımıram. Nərmin yazılı tək qalır burada. Bu da üçüncü. Yəni onları bir ayrı götürürsünüz, bunları bir ayrı götürürsünüz, Nərmin də qalır axırda. Neçə fərqli adam oldu bizdə burada? 3 dənə. Onda olacaq nə? 3 faktor. Uşaqlar, bu birinci faktora bunların saylarıdır. 3 fərqli düzülüş var. Sonra vurulsun orada 2 faktorial gələcək. 2 faktorial. Bu 2 faktorial hardan çıxdı? Sizcə bu nədir? Uşaqlar, bu Aynurla Çinarənin yer dəyişmələridir. Bir də vurulsun 3 faktorial gələcək. 3 faktorial da hansılardır? Jalə, Gülarə, Kübra. Bunların yer dəyişməsidir. Nə olacaq bu da? Deməli 6, 6, 36, 72. İndi buradan bəs sualı olan. Hamıya aydındır bu. Və son olaraq biraz da dərinləşdirək. Gəldi yerə. Yəni mən qarşınıza nə çıxa biləcək hər şeyi deyirəm. Bundan çətin heç vaxt heç yerdə görməyəcəksiniz. Onsuz da qızlar tez küsür. Tutaq ki, Aynurla Çinarə küsdü. Nə bilim, şəkildə bəyənmə nəsə baş verdi. Deyirlər ki, biz yanaşı olmayacaq. Bunlar yanaşı olmasın. Necə düzürsə düzün, bunlar ikisi yanaşı gəlməsin. Bəs sizcə burada necə düzəcəyik? Aytənlə Çinarə yanaşı olmasın. Fikri olan, bunlar yanaşı gəlməyəcək. Yanaşı gəlsə qırğın düşəcək orada. Uşaqlar, nə edirik burada? Yanaşı olmasın demirik. Qayıdıram əvvələ. Mən nə edirəm burada? Ümumi versiyalar hansılardır? Baxın bunlarda. Ümumi düzülüşlərdə yanaşı olduğu düzülüşləri çıxsam, yəni bunu çıxsam, zaten yanaşı olmayanlar qalacaq. Toplam ümumi düzülüşlərdə hansılar ki yanaşıdır, bunları çıxırıq, qalır yanaşı olmadıqları. Yəni mən bunu həll etmək istəyirəmsə, ümumiyyətlə yanaşı deyil deyən kimi, yanaşı deyil görən kimi nə edirsiniz? Yanaşı deyil. Bunu hesablamaq istəyiriksə, burada həmişə ümumi düzülüşlərdən yanaşı olduqlarını çıxın getsin. Yanaşı olduqları. 6 nəfərdir də burada. 6 nəfərdə bizim düzülüşlər nə idi? 6 faktorial. Ona görə də 6 faktorialdan bu nəvə bizdə cavabı 6 faktorialdır. 6 faktorial çıxsın, yanaşı olduqları. Bu 2 nəfərin yanaşı olduqları hansıdır? Baxın burada da 5 faktorial vurulsun 2 faktorial. Yanaşı olduğunu mən o hesablamışdım, bir-birinə bağlayıb baxmışdıq. Onda burada da olacaq, çıxılsın 5 faktorial vurulsun 2 faktorial. Bunun hər ikisini hesablamışdıq da biz orada. Bu 720 eləyirdi, bu da 240 eləyirdi. Deməli, bu neçə olacaq? 480. Yəni, yanaşı olmadığı hallar, yanaşı olduğu hallardan daha çox, hətta 2 dəfə daha çoxdur. Yanaşı olduqları 240-da, olmadıqları 480-dir.
Buradan bəs sual olan. Mənim 5 faktorial harda idi bunu yazdınız? Bu 5 faktor yanaşı oldular da. Yanaşı onu bura bağlayıb 7 götürmüşdük. Bir Mənim nəfər başa kimi düşdüm. saymışdı da onu. Buradan sual olan. Yaxşı, mən bunu səhvən düzəldim. Bunu yazırsınız, yazın, çəkirsiniz, çəkin, ondan sonra keçək. Bunun hamısını sığdıra bilsək, əl olar buna. Yəni, yanlışlar düşür, yanaşı olmayanda sonra yazarsınız. Hamısını da yerləşdirə bilmirəm. Bu hissəni qeyd edin və ya çəkin, ondan sonrasına baxarıq. Bu arada bura kimi hələ ki çətindir, asandır, necə gedir? Müəllim, mən qərar verdim, ehtimal imtahanına biraz daha tez hazırlaşacağam. Asandır müəllim. Dərsə qulaq assan, Normal. ehtimaldan razı 20 alarsan. İnşallah, inşallah, təki. Onu yazın keçək. Yazanda burada deyim, mən səhifəni çevireyim. Bir sual düşür Səməd, bir dənə. Amma bunu hamınız yaza bilərsiniz deyə sıfırdan keçirəm. Məsələn, faiz elədir ki, bilən yazır, bilməyən qalır, çətinlik çəkir, amma bunu hamı yaza bilər. Sən ki, bura yazdınızsa, bu yanaşı olmayanlar da göstərin, bunu da yazın, keçək. Müəllim, demək olar hamısını yazmaq olar. Prosta şərti elə qoydular ki, oxuyub axıra çatancan vaxt tutar. Yox, bunların sualları da qısa olur. Göstərəcəm də suallarda. Suallar da qısa olur. Bir cümlə, iki cümlə. Bunu da yazın. Sonra keçək davamına. Yəqin ki, artıq yazmış onları. Davam eləyək. Gəldi uşaq, bu birinci tiplər idi. Sonra ikinci tiplər. Səhv açsam buradan baxaq. İkinci. İkincidə bəs nə edəcəyik? Mən burada sözləri üzərində deyəcəm. Amma çox şeydə bunu tətbiq edə bilərik. Məsələn, mən yazıram ki, aşağıdakı sözlərdə hərflərin yerini dəyişməklə alınan fərqli sözlərin sayını tapın. Alınan fərqli sözlərin sayını tapın. Bu arada orada mənalı, mənasız fərq yoxdur. Sadəcə söz alınsın, yox. Sözlərin sayını tapın. Yəni, məna axtarmırıq sözlərdə. Məsələn, tutaq ki, orada görə kimin adı bizim işimizdə əliyər. Gəlib çıxmışdıq, biz haralardaydıq. Bura kimi yazmışdım da sizi. Məsələn, yazıram bura Natiq. Uşaqlar, sizcə Natiqin adında hərflərin sırasını dəyişməklə neçə dənə fərqli söz ala bilərik? 5 faktorial. Bu olacaq 5 faktorial. Çünki demişdik ki, n dənə fərqlidirsə, bu n faktorialdır. Nə bilim, məsələn, yazdım burada Mehriban. Mehriban. Burada olacaq 8 hərfli də 8 faktorial. Okey, bunları bildim. Amma orada bizim işimizə kim yarayar? Rəhmə. Rəhmə yazaq bura. Rəhmə. Müəllim 5 faktorial, 8 faktorial yazdınız. Bəs yəni normalda dəyişəndə normal sözlər alınmır axı, onu necə götürürlər? Zaten o mənalı, mənasız fərqi yoxdur ki. Mənalı, mənasız. Mənası olmaya da bilər. Məsələn, q, n, t, i, a, o da bir söz sayılır. Başa düşdüm. Gəlir rəhməyə uşaqlar. Rəhmədə siz yəqin ki gördünüz, burada biraz fərqlilik var. Fərqlilik nədir burada? Eyni hərfdən 2 dənədir. Eyni hərf var. Bəs eyni hərf onda sizcə nə etməliyik burada? Bir hərf kimi götürürük. Kimi götürülür? Yox, uşaqlar, bir hərf kimi götürmürük. Həmişə təkrar varsa, təkrarların sayına bölməlisiniz. Baxın, Rəhmə adında 6 dənə hərf var, düzdür? 6 faktorial bölünsün 2 faktorial. Bunu mən burada yenə qeyd kimi yazıram. İstənilən bir şeydə tək bu hərflərə aid deyil. Əgər təkrar varsa, ümumi halların sayını, ümumi bölməsi təkrarlar, ümumi faktorial bölünsün təkrar. Bu istənilən düzlük üçün keçərlidir. Təbii ki, canlılara aid ola bilməz. Çünki məsələn, insan təkrarlana bilməz, nə bilim, heyvan təkrarlana bilməz. Amma nə bilim, tutaq ki, top düzürsən, toplardan 2 dənəsi eynidir. Nə bilim, qələm düzürsən, 3 dənəsi eynidir. Dəftər düzürsən, 4 dənəsi eynidir. Toplanmış sayını təkrarların sayına bölməlisiniz. Bu həmişə belədir. Məsələn, tutaq ki, orada Səməd var, yazdı bura Səməd. Səmədin nə baş verəcək? Burada da 5 faktorialı böləcəksiniz 2 faktorialı.
Ne dəyişmək bunun rəngi? Bir saniyə. Hə, Səməd. Yazdı burada məsələn Səməd. Səməddə nə baş verəcək? 5 faktorialı böləcəksiniz 2 faktoriala. Bu da neçə cavab eləyəcək? Hə? Ola bilər ki, hətta 3 dənə təkrar alsın. Görün burada adında 3 dənə təkrar olan biri. Yoxdur deyəsən aramızda elə biri. Müəllim. Bəli. Əgər ki bir adamın adında məsələn 2 dənə i, 2 dənə m varsa, onda Hə, necə elə olur? bir axtarıram, elə birini tapmadım məncə burada. Yoxdur da sizin aranızda. Nəysə özümdən yazaram. Məsələn tutaq ki burada yazıq, birini yazaq. Tamara. Tamara. Nə olacaq şöyle burada? Deməli 6 faktorial 3 dənə A var axı. 3 faktoriala bölürük. Və biraz da dərinləşdirib belə bir şey deyə bilərik. Yoldaşımız soruşdu. Məsələn yazıram bura müəllim. Fikir versəz, burada 2 dənə L var, 2 dənə M var. Bəs onda nə baş verəcək? Yəni 2 dənə fərqli təkrarlanan var. Nə olasıdır burada? Məxrəcdə 2 dəfə yazırıq. Hə, 6 faktorial M-ları bir dəfə yazırsınız. 2 dənə M var. Bölünsün, L-ları da bir dəfə yazırsınız. Ya hətta belə ən yaxşısı Məhəmməddir. Məhəmməd. Maşallah burada hər şey təkrarlanır. Məhəmməd. Və Məhəmmədə fikir versə 8 hərfdir də burada. 8 faktorial. M-lar 3 dənə. 1, 2, 3 dənə M. 3 faktorial. Ə-lər də 3 dənə. Burası 3 faktorial. O da hesab soru cavab. Yenə deyirəm, mən bunları hərflərin üzərində dedim. Uşaqlar, bunlar istənilən düzülüş üçün keçərlidir. Yəni sən nəyi düzürsən düz, bunu tətbiq edə bilərsən orada. Fərqi yoxdur. Məsələn, tutaq ki, qutu düzürsən, qutulardan 3-ü qırmızı eynidir, 2 dənə də qara eynidir, 10 dənə də qutu var. Olacaq 10 faktorial bölünsün 3 faktorial, vursun 2 faktorial. Həmişə təkrarların sayına bölməlisiniz. Bu bizim ümumi düsturumuzdur. Bəs buradan sualı olan. Onda bunu da yazırıq, keçək. Qardaşlar, burada bir dənə user var, bir dənə də Zoom kullanıcısı var. Bunlar kimdir? Səs aça bilmirsiniz, səs aça da yaza bilərsiniz. Bəs Zoom kullanıcısı. Ama səs oraya atıb yesin orada. Yazdınız bunu. Ümid edirəm ki, yazmışsınız artıq. Keçək üçüncüsünə. Şuralar, üçüncüsündə bəs. Orada nə baş verəcək? Üçüncüsü. Bunlar tutaq ki, dairəvi, dəyirmi masa arxasındadır. Dairəvi. Dəyirmi masa arxasındadır. Yəni, dəyirmi düzülüş. Burada bəs nə baş verir? Dairəvi, dəyirmi düzülüş. Uşaqlar, bunlarda neçə nəfərdirsə bir dənə azdan götürürük. En çıx bir faktor. Səbəb nədir? Yəni, o səbəb izahim sonra baxaq. Şu an normal sırada, məsələn, tutaq ki, 3 nəfərdir. A-dır, B-dir, C-dir. Bu sıranın əvvəldə var, axırda var. Məsələn, necə düzə bilərsən? A, C, B. Yəni, əvvəldə A olsun. Sonra B-ni gətir əvvələ. B, A, C. B, C, A. C, A, B. Bir də C, B, A. Yəni, burada təbii ki, 3 faktorialdır. Burada 6 fərqli düzülüş var. Amma bunları dairənin tərəfini düzəndə şöyle dairədən əvvəl-axır söhbət yoxdur axı. Uzağa ardıcıl yaza bilərsiniz. Məsələn, bura yazdım A, bura B, bura C. İndi hansından başlayırsan başlayıb, bu zaten ardıcıllıqdır. İki fərqli forma ola bilər, 3 nəfərdirsə. Ya ABC ardıcıllığı, ya da hansısa ikisinin yerini dəyişərsən. Məsələn, burada bir başqa dairə çəkək. Hansısa ikisinin yerini dəyişirəm. Nə bilim, yazıram belə. C ilə B-ni yerini dəyişirəm. A, C, B olsun. Bir dəfə də A, C, B ardıcıllığı var. Yəni, burada iki fərqli forma var, 2 faktorial. Çünki uşaqlar dairəvi düzülüşlərdə sıranın əvvəl-axır söhbəti olmur. Ona görə də fikir vermişsiniz, sən nə bilim, önəmli insanlar, prezidentlər, dövlət başçıları falan görüşəndə adətən dairəvi dəyirmi masa arxasında əyləşirlər. Xüsusən də bir prinsipal görüşdüsən. Çünki orada masanın əvvəl-axır söhbəti olmur. Hamı eyni hüquqlu olur. Yəni masanın hər tərəfi bir-birinə bərabərdir. Ona görə deyirlər, məsələn, falan nazirə ya da falan dövlət başçıları dəyirmi masa arxasında görüşdülər. Yəni hamısı bərabər hüquqlu oldu. Biz də buna görə dairəvi dəyirmi masalarda əyləşmədən söhbət gedəndə həmişə neçə nəfərdirsə, məsələn, eyni nəfərdirsə, ən çıx bir faktorial olacaq. Yəni, buna da silin, buna baxaq. Məsələn, tutaq ki, yazdıq burada belə bir şey. Buna da silək. Eyni nəfərdirsə, eyni əşyadırsa, onu birinci qeyd eləyək. Əgər eyni dənə əşya varsa, yenə deyirəm, burada canlı, cansız fərqi yoxdur. Eyni əşyadırsa, dairəvi düzülüşlərdə olur, eyni çıxılsın 1 faktorial.
Yəni bu mümkünsüz ki, bu dəyişsə həmişə bir dənəsindən çıxmalıyıq. İndi məsələn uşaqlar, burada tutaq ki, dairə və düzülüşdən söhbət gedir. Ümumi orada Zeynəbdir, sonra axırdan gələn Yusif var, sonra Şəbnəm var, Şəbnəm. Daha sonra kim var orada? Rənadır. Səmədin adını çəkmişdik. Rəna var, Səbuhi var ya da Səbinə. Bir nəfər də götürək. Ona baxaq. Bir nəfər də Ruslan zaten yazmış. Bir nəfər də olsun Ofeliya. Şu 6 nəfər bunlar gedib dairə və masa arxasında əyləşirlərsə, bunların fərqli düzülüşləri olacaq 6 çıxılsın 1 faktorial. 6 çıxılsın 1 faktorial. Yəni 5 faktorial. Bu da 120 eləyəcək. Bu olsun məsələn bir A düzülüşü. Bir də yazaq belə B düzülüşü. B düzülüşü. Yenə bunlar bir masa arxasında əyləşirlər. Qızlar məsələn tutaq ki, Zeynəblə Şəbnəm deyir ki, biz yanaşı duracağıq, yanaşı oturacağıq. Zeynəblə Şəbnəm yanaşı olsun. Əgər bunlar yanaşı olacaqsa, bunları bağlayıb bir nəfər kimi seçirsiniz, bu heç. Yəni düzülüşümüz olur belə: Zeynəb, Şəbnəm, Yusif, Ruslan, yadımdan çıxıb vaxtda bunlar Ofeliya idi, Sı kimi, Səbuhi idi, hə. Bunları bağlayırsınız bir-birinə. Bir nəfər kimi seçirsiniz. Bu 1. Sonra burada 2, burada 3, burada 4, burada 5. Götürüb daha 5 yazmırsınız. Nə olacaq burada? 5 çıxılsın 1 faktorial. Bir dənəsini çıxırsınız. Amma bunların öz yerləşməsi dəyişmir. 2 nəfərdir axı. Bir dəfə Zeynəb Şəbnəm, bir dəfə də Şəbnəm Zeynəb. 2 dəfə yeni dəyişə bilərsiniz orada. Ona görə burada bir dəfə olacaq 2 faktorial. Yəni bunu hesablayacaqsınız. 4 faktorial vurursun 2 faktorial. Birbaşa yazıq 16 vur 2. Necə 32. 5 yox, 4 faktorial 24 vur 2 48 eləyəcəm. Bu necə 16 yazım? 48. 4 faktorial vur 2 faktorial 48. Buradan bəs sual olan, həmişə dairə və dəyərmə düzülüş gördüksə, bir dənəsindən çıxırsınız, sonra faktorial. Bu bəs hamıya aydın oldu. Yaxşı, onda bunu da qeyd edirəm. Bunun əsas düsturu buradadır. N dənə əşyadan söhbət gedirsə, N çıx 1 olacaq. Yəqin ki, artıq bunu da yazdıq. Gələk dördüncüsünə. İndi isə fərz eləyək ki, N nəfər dördüncüsü. Hazır yeni il vaxtıdır. N nəfər bir-birinə hədiyyə alır. Sekret sant oynayırıq. Bir-birinə paylaşmasına paylaşaram, amma xəttimi oxuya biləcəksinizsə, PDF kimi atarım qrupa. Bir-birilərinə. Mən çünki özüm sonra oxuya bilmirəm öz yazdığımı. İnşallah ki, siz oxuya bilərsiniz. N nəfər bir-birinə hədiyyə alırsa və ya şəkil verirsə, şəkil və s. verirsə, ümumi neçə hədiyyə olar? Neçə hədiyyə olar? Onsuz da xəttim pisdir, planşetdə yazmaq biraz daha da çətindir. Ona görə təmiz oxunmur. Uşaqlar, tutaq ki, indi də sekret sant oynayırıq. Neçə nəfərik burada? 30 nəfərik. Amma bizim sekret santa biraz fərqlidir. Biz bonkör qrupuq. Hamıya hədiyyə alacaq. Yəni sekretli bir şey qalmır. 4 çəkiş eləmirik. Hamıya hədiyyə alacaq. Məsələn, tutaq ki, mən də hamınıza hədiyyə alıram. Aytac da hamıya hədiyyə alır. Aytən də hamıya hədiyyə alır və s. 30 nəfərik indi. Mən neçə nəfərə hədiyyə almalıyam? Hamıya hədiyyə alacamsa. 29. Məsələn, Aytac 29. Aytən 29. Hamı 29 nəfər hədiyyə alacaq. Onda mən burada toplam hədiyyələrin sayını tapsam, 30 nəfərin hamısı 29 hədiyyə alıb. 30-u vurmalıyım 29-a. Eynilikdə bu n nəfər üçün keçərlidir. Əgər uşaq n nəfər bir-birinə hədiyyə alırsa və ya şəkil verirsə, yəni nəsə verirsə, burada toplam sayımız niyə bərabərdir? Say bərabərdir. Olacaq belə. N vurulsun bir dənə azı. N çıxılsın 1. Məsələn, sırf bizim qrupu yazsaq, bizim qrupda 30 nəfər idi. Toplam hədiyyələrin sayı 30 vurulsun, 30 çıxılsın 1, 29. Bu da necə 870. Məsələn, belə bu özü qəbul sualıdır. Bəxtimizdən bu gəldi qəbul sualı çıxdı. Bu özü qəbul sualıdır. 30 nəfər bir-birinə şəkil verirsə, toplam neçə şəkil var? 30 vurulsun 29. Bu hamıya aydın oldu, yoxsa necə? Tamam, bu olsun bir A. Gəldik, bir dənə burada B yazaq.
İndi isə tutaq ki, bayram qabağıdır. Bu n nəfər bir-birinə salamlaşır. N nəfər bir-biri ilə salamlaşırsa. Biri ilə biri olduğu, nəysə bunun birincisini bir-biri ilə salamlaşırsa və ya uşaqlar bunlar nə bilim şahmat oynayırsa, tennis oynayırsa, şahmat, sonra tennis və sair oynayırlarsa. Uşaqlar, sizcə burada bunun ona fərqi nədir? Burada necə olacaq? Burada en vurulsun, en çıx 2 olur məncə. Çünki 2 nəfər qarşılıqlı oynayır deyə. Yox. Yenə en çıx birdir. Uşaqlar, burada fərq arqadır. Tutaq ki, biz burada nə bilim salamlaşırıq və ya nə bilim şahmat oynayırıq. 2 nəfər bunu qarşılığı verir. Məsələn, mən tutaq ki, Dilarə ilə salamlaşıram, Dilarə də mənimlə salamlaşır. Eyni şey 2 dəfə sayırıq. Və ya nə bilim mən Dilarə ilə şahmat oynayıram, o da mənimlə oynayır. Əslində bir oyundur. Sadəcə həm mənə görə, həm də Dilarəyə görə sayırsınız. Ona görə bu suallarda toplam sayı 2-yə bölməlisiniz. Yəni eyni şeydir, sadəcə burada dəyişən nədir? Sayı tapanda say niyə bərabərdir? Sayımız olur belə, say bərabərdir. N vurulsun, n çıxılsın 1, n vur, n çıx 1, bölünsün 2. Çünki məsələn oyunu 2 dəfə saymağın yeri yoxdur. Bu şahmat oyunu bir dənə oyundur, qarşılıqlı oynayırıq. Ona görə də onu bir dəfə saymaq lazımdır. İndi məsələn tutaq ki, biz bayram qabağı hamı bir-birinə salamlaşdı, görək neçə dəfə salam lazımdır bizə. Neçə dəfə görüşəcəyik. Bizim qrupdakıların sayını tapsaq 30 nəfərik, nə edirik onda? 30-u vururuq 29-a, bölürük 2-yə. 870-in yarısı olacaq 435 dəfə gərək salmışaq. Və ya hamı bir-birinə bir dəfə şahmat oynasa, tennis oynasa, 435 dəfə gərək bir-birimizdən şahmat, tennis oynayaq. Bunlar ikisi bəs hamıya aydındır, yoxsa necə? Bunlardan sualı olan. Yaxşı, onda bunu da yazın, keçək. Yarısını keçdik, qaldı 3 dənəsi. Bunu da qeyd edeyim. Yəni sadəcə o hadisə, yəni verilmiş proses qarşı-qarşıya olursa, onu 2-yə bölməliyik. Yox, bir dənədirsə, heç orada bölməyə ehtiyac yoxdur. Suallar belə asan olur, sadəcə oxuduğumuzu başa düşürüksə. Yəni bir cümlə bir şey yazır, ondan sonra ki, bunu tap. Yəqin ki, artıq yazmış olaraq. Mən bunu belə sevirim ki, oraya yerləşmədi, bir səhvədə baxmalıyıq. Gəldik 5-incisi. Şular, 5-incisi vurma prinsipidir. İmtahanda ən çox düzülüş və vurma prinsipi düşür. Vurma prinsipi. Vurma prinsipi nədir? Ayrı-ayrı mümkün versiyalar tapıb bir-birinə vurmalıyıq. Məsələn, tutaq ki, burada mən fərqli-fərqli şeylər yazıram. Bu olsun bir A sualı. 4 məktubu hər birinə biri olmaqla 10 fərqli qutuya neçə formada ata bilərik? Neçə formada ata bilərik? Bu olsun birinci sual. Bura indi qaydacam. Sual işarəsi. Gəldik, burada yazdı bir B. 3 nəfər 5 liftə neçə formada minə bilər? Neçə formada minə bilər? Bir də belə yazaq. C. 3 nəfər 5 stula neçə formada əyləşə bilər? Neçə formada əyləşə bilər? Uşaqlar, bunların hamısının bir-birinə fərqi var. Vurma prinsipi nədir? Vurma prinsipində mümkün versiyalar tapıb bir-birinə vurmalıyıq. Məsələn, gəlin yazaq. Tutaq ki, birinciyə baxsaz, bizdə 4 dənə fərqli məktub var. Onda mən bu birinci məktubu, 4 dənə fərqli məktub, daxil birinci məktub, ikinci məktub, üçüncü məktub, dördüncü məktub. Gəlin bunların hamısına bir-bir baxaq. 10 üstü 4 yox.
Uşaqlar, birinci məktubu hər birinə birini atmalıyıq. Birinci məktubu ata biləcəyim neçə dənə fərqli poçt qutusu var? Qutu var. 10 dənə. Bəs ikinciyə neçəsi qalır? Hərəsinə biri deyir. Hər birinə biri olmaqla. Axı birini atdınız, neçəsi qaldı orada? 9-u. Burada 9 olacaq. Üçüncüdə bəs birini də qoydunuz, qaldı 8-i. Dördüncüdə 7-si. Bunları da bir-birinə vurursunuz. Deməli 72 vur 70, 49. Bu da 5040 eləyir. Yəni 10 fərqli qutuya bunları 5040 fərqli formada ata bilərik. Çünki birini atdınız, qaldı 9-u, birini atdınız, qaldı 8-i və s. Bu qaydada xəkim gedirik. Bu birinci nümunə ilə bağlı sualı olan. Bəs sizcə uşaqlar ikincidə. Tutaq ki, bunlar indi 3 nəfərdirlər də. 3 nəfər. Bu olsun A, bu olsun B, bu olsun C. Təbii ki, A-nın minə biləcəyi 5 dənə lift var, bu heç. 5 dənə hər hansısa minə biləcək. Bəs B-nin minə biləcəyi B-yə neçə yazacağıq? 4. Neçə olacaq uşaqlar sizcə B-də? B-də 4 olur. C-də deyərin 3. 5 Yox. olar da. Eyni minə Uşaqlar, hər bilməz. ikisi 5 olur. Axı, eyni liftə minə bilərsiniz. Orada demişdim ki, hər birinə biri olmaqla. Ona görə bir çıxa-çıxa gedirdim. Suala diqqətlə baxmaq lazımdır. Axı, 3 fərqli insan eyni liftə minə bilər. Yəni, B-nin də minə biləcəyi 5 olur, C-nin də minə biləcəyi 5 olur. Bunları bir-birinə vurursunuz. Bu isə eləyir 5 üstü 3. Yəni, 125. Buradan sual olan. Yenə mən eyni şeyi burada tətbiq edeyim. Tutaq ki, 3 fərqli nəfərdir. İndi 5 stula əyləşirik. A, B, C. A-da yenə heç, yenə 5-dirsə, bura 5-i yazdınız. Bəs B-də sizcə neçə olacaq indi? B-də. Hə, artıq 4-dür. Çünki uşaqlar, stula bir nəfər əyləşə bilər. Stula 2 nəfər əyləşə bilməz ki. Burada 4, burada da 3. Bunlar da bir-birinə vururuq. 5 vur, 4 vur, 3, bu deyir 60. Yəni, vurmaz prinsipində mümkün veysləri tapırsınız. Onu sonra bir-birinə vurmaq lazımdır. Ən çox düşənlərdən biri də budur. Yəni, qəbul soru göstərəcəm, birazdan göstərməsin. A-da niyə 9, 8, 7 yazdı? Çünki hər qutuya bir dənə məktub qoya bilərsən də. Birini qoydum, bir dənə azalacaq, çıxa-çıxa getdi. Haydi. Başqa sual olan? Onda bunları yazın. Nəsə qaldı, o da seçim sualları. Onları da deyək, sonra ehtimala keçərik. Müəllim, bayaqdan ehtimal keçmirik bə. Bəyadan görə ehtimalına bağlı neçə demişəm mən? Yəni bunlar Nəysə ehtimal ehtimalını deyil. tapmışıq. Bunlar hələ kombinatorikadır. Bunlar birləşmə nəzəriyyəsidir. Hə, nəsə, və o hamısını ehtimal deyil keçmişəm. Elə biləm elə bayaqdan ehtimal da hamısı. Yox, hələ ki, ehtimalla bağlı heç nə deməmişik. Yəqin ki, yazmış olaraq artıq. Şular gəldik 6-cı. Seçim. Əgər nəyisə seçir görürsək, 6 seçim. Fərqi yoxdur nəyi seçir, nəyin arasından seçir. Şular həmişə kombinizonla seçirik. Əslində oradan fərqi var. Necə yəni fərqi var? Deməli, permutasiya ilə kombinizon çox diqqətli olmalıyıq. Biri nizamlı, biri nizamsız, biri təkrarlı, biri təkrarsızdır. Onu da hamımız qarşılayacağıq deyə olduqca çətin onları fərqləndirmək. Biz hər şeyi kombinizonla seçəcəyik. Məsələn, tutaq ki, 10 dənə oğlandan 4-ü seçilir. Kombinizon ondan 4. Nə bilim, 8 dənə qırmızı güldən 3 seçilir. Kombinizon 8-dən 3. 6 dənə qələmdən 2 seçilir. Kombinizon 6-dan 2. Yəni, nəyidən nəyi seçiriksə fərq yoxdur. Həmişə kombinizonla seçin, getsin. Yəni, buna aydın nümunələr yazaq. Məsələn, tutaq ki, bu olsun bir A nümunəsi. Burada sadəcə deyirəm ki, 8 güldən 3-ünü seçin. 8 güldən 3-ünü seçin. Bir də burada bir B nümunəsi yazaq. B. 8 qırmızı 5 ağ güldən, bu 5, 7, 9 yoxsa daha çox. 5 ağ güldən 3 qırmızı gül seçin. 3 qırmızı gül seçin. Şular, birinci necə hesablayacağıq? Birincidə necə olacaq bizdə?
Birincinin hesabiyəsi olsaq, nə olacaq orada? 8-dən 3. Hə, bu olacaq belə. Kombinizon 8-dən 3. Bunu da o dediyim ikinci qaydayla yazaq. 3 dənə geri qayıtdıq. 8 vur 7 vur 6. Aşağıda 3 faktorial. 3 faktorial da 6 bunlar getdi, olacaq 56. Bu heç bunu bildik. Bəs ikincidə Burada da kombinezon 8-dən çıxırsan, kombinezon necə? 8-dən Gülara səsin sən gah gəlir, gah gedir, tam işdə bilmirik. Mən biri onda olacaq kombinezon 8-dən çıxırsan, kombinezon 8-dən 5. Onu hardan çıxardın? Kombinizon olmur yəqin belə. Mesela burada necə olacaq bəs? 13-dən 3. Yox, 8-dən 3. Şolar yenə 8-dən 3-dür. Yəni 13-dən 3 olmayacaq. Niyə 3 olmayacaq? Mənə lazımdır. Mənə 3 dənə qırmızı gül lazımdır. Bu arada bunlar torboda falan yəni bunları görürük biz. Torboda olsa o qeyd olunur burada. Yəni bunları görürük. Mənə qırmızı gül lazımdırsa, bu qırmızı gülü qırmızıların içindən seçməlisiniz. 13-dən 3 seçsəz, bizim əlimizə ağ güllər gələcək axı. Ağ gülmə gəlmə ehtimalı var. 13 dənə gülün içində ağlar da var. Yəni mən oradan 3 dənəsini seçdim, ola bilər ki, ağ seçək. Amma biz nə seçməliyik? Ancaq qırmızı. Ancaq qırmızı seçməliyik. Təbii ki, orada ancaq yenə 8-dən 3 olacaq. Yəni ağla bir işim yoxdur. Ağa bizi çaşdırmaq üçün verib. Olacaq burada belə. Yenə kombinezon 8-dən 3. Bu da 18 almışıq da 56 olacaq. Çünki mən demişəm 3 dənə qırmızı gül seçin. Rəng deməsəydim, 3 gül seçin desəydim, hə onda olacaqdı kombinezon 13-dən 3. Bu bəs hamıya aydın oldu yoxsa necə? Yaxşı, gəlin sualları biraz dərinləşdirək. Tutaq ki, yazıram sizə. 8 qırmızı, 5 ağ güldən, 3 qırmızı və 2 ağ gül seçin. Birini də burada yazıram. Bu da olsun bir D. 8 qırmızı, 5 ağ güldən, 3 qırmızı və ya 2 ağ gül seçin. Bu ikisinin fərqi nə oldu ki? Birində və birində veya var, ya toplanıb ya vurulma məsələsi var idi elə orada. İndi hansıda düzdür Mehriban? Orası yadımda deyil mənim. Veya Bəlkə və var. də vurmaydı və ya da toplama. Hə, düzdür Kübra. Uşaqlar, vədə vurmadı və ya da toplama. Bunu yenə burada bir yerə qeyd eləyək, bunu fərqli yazaq. Əgər söhbətdə orada və deyirsə və ya eyni anda baş verirsə və varsa, eyni anda baş verirsə, eyni anda, onda vurmadır. Vurma. Yox, uşaqlar və ya deyirsə, onda toplamadır. Bunu mütləq bir yerə yazarsınız. Yəni sualda vədirsə, eyni anda baş verirsə vurma olmalıdır, yox və yadsa toplama olmalıdır. Bəzən sözlə yazmır və ya da və ya. Biz oxuyanda başa düşə bilirik ki, hə, bu və demək istəyir burada. Və ya orada, ya burada deyirsə, artıq orada başa düşürük ki, bu və yadır. İndi bu suallarda mən də baxıram ki, burada və deyib, burada və ya deyib. Onda yuxarıdakında mümkün versiyaları vurmalıyam, aşağıda toplamalıyam. Və təbii ki, qırmızıları qırmızıların, ağları da ağların içindən seçirik. Məsələn, indi orada olacaq burada kombinizon 8 dənə qırmızıdan 3-ünü seçirəm və 5 dənə də ağdan 2-sini seçirəm. Bunları da bir-birinə vurmaq lazımdır. Yer yoxdur, birbaşa şifa yazıram. 8-dən 3 56-da hesablamışdıq. 5-dən 2-nə dərsin izahında dedik. Bu da 10 edir. Yəni olacaq bizi toplam 560 fərqli seçim. Bu oldu birincisi. Sonra bəs burada isə artıq toplamalıyıq. Olacaq belə kombinizon 8-dən 3 üstə gəlsin. Kombinizon 5-dən 2. Çünki və ya deyirdi. Burada və yadır, burada vədir. Onda bu da olacaq belə 8-dən 3 56, 5-dən 2 də 10. Bunların ikisini cəmi eləyəcək 66. Bəs buradan sualı olan. Bu da hamıya aydındır. Yaxşı, o zaman bunu da yazın. Keçək artıq ehtimalla bağlı biraz danışaq, sonra da suallardan bir-ikisini izah edərəm.
Yəqin ki, artıq bunu da yazarsınız. Keçək yavaş-yavaş ehtimala. Yəni sonlara bayaqdan biz ehtimalı hesablaya bilmək üçün bunları yazırdıq. 7-ci ehtimal. Şu ehtimal nədir? Ehtimal hadisənin baş vermə ehtimalı. Ehtimal şu bizdə soruşulan halların və ya səhv eləyən, ödənilən, nə bilim, sərfəli nə yazırsa yazın. Ehtimal nəyə bərabərdir? Sərfəli soruşulan halların ümumi halların nisbətidir. Soruşulan, sərfəli, ödənişli hansı yazırsa yazın. Ümumi halların nisbətidir. Ümumi. Və şöyle bunu da qeyd edək. Ehtimal həmişə ən çoxu 1 ola bilər, ən azı isə 0. Yəni bir hadisə 100% baş verəcəksə, onun baş vermə ehtimalı 100% isə bu 1-dir. Məsələn, necə misal göstərə bilərik? Tutaq ki, əlinizdən qələmi atsaz, yəni havadan atsaz, 100% yerə düşəcək. Yəni göyə çıxa bilməz. Bunun ehtimalı 1-dir. 100% düşəcək. Əlavə təsir yoxdursa. Amma onu əlimizdən atsaq, o havaya uça bilməz, yuxarı qalxa bilməz. Boşluğa atsaz. Onun da ehtimalı 0-dır. Amma qələmi harasa, nə bilim, stolun üstünə, uzaqdakı bir masanın üstünə atmaq istəyirsə, orada artıq bizim o atma bacağımızdan, qələmin formasından, stolun hamarlığından və s. çox şeydən asılıdır. Orada artıq 0-la 1 arasında olur. Yəni bir hadisə 100% baş verəcəksə, bu 1-dir. Heç baş verməyəcəksə 0-dır. Qalan hallarda isə 0 ilə 1-in arasında olur. Məsələn, tutaq ki, bu qrupda indi hal-hazırda bir nəfər qatıb 29 nəfərik. Mən deyirəm ki, aranızdan bir nəfər seçəcəm, onun qız olma ehtimalını tapın. İndi burada saymaq çətin neçə qız var. Tutaq ki, indi özümün artırım 18 dənə də qız var. 29 nəfər ümumi var, 18 də qız. Əgər bir nəfər seçirsə, onun qız olma ehtimalı ümumi halları biz bölürük. Deməli, qız olma ehtimalı. 18 dənə qız varsa, olacaq belə. 18 bölünsün 29 ümumi tələbə var. 18 bölü 29. Bu oldu o bir nəfərin qız olma ehtimalı. Başqa bir sual yazsaq, məsələn, bura bir A sual yazıram. Tutaq ki, deyirəm, bir zər atılır, bir zər atılır. Düşən üzün nə yazaq bura? 3-dən ən az, yaxşı belə yazaq. Ən az 3 olma ehtimalını tapın. Ən az 3 olma ehtimalını tapın. Şolar, sizcə bunun ehtimalını neçə eləyəcək? Ümumiyyətlə, bir zər atanın ümumi halları neçədir? 6. Zərin tərəfinə baxsın. 6-da 1. Hə. Ən az 3 olma deyirəmsə, bəs orada yuxarıda neçə düşəcək? 3. 3. Niyə 3? Çünki ən az 3 deyirəm, orada 3 də ola bilər, 4 də ola bilər, 5 də ola bilər. Bunların üçüdür də. Bu da olacaq 6-da 3. Yəni neçə eləyəcək? 2-də 1. Yəni belə biz B sual yazaq. 2 zər eyni anda atılır. 2 zər eyni anda atılır. Düşən xallar cəmi 10 olması ehtimalını tapın. Uşaqlar, gəlin həmişə birinci ehtimaldan ümumi halları hesablayaq. Ümumi hal nəyə bərabərdir? Ümumi hal 2 dənə zər atılır, ümumi. Hərəsində də 6 ehtimal var. Yəni birinci zər, burada 6 ehtimal var. İkinci zər, burada da 6 ehtimal var. 10. Bu sizcə vururuq yoxsa toplayırıq? 36. Hə, burada vururuq. Niyə vururuq? Çünki birində 6 ehtimal var, o birində də 6 ehtimal var. Birinə vurmaq lazımdır. Məsələn, tutaq ki, birinci zərdə 1 düşüb, o birindən də düşə bilər. 1, 2, 1, 3, 1, 4, 1, 5, 1, 6. Sonra 2 ilə 2, 1, 2, 2, 2, 3, 2, 4, 2, 5, 2, 6. Yəni versiya çoxdur orada. Ona görə burada olacaq 36 ehtimal. Və sərfəli hansılardır? Cəmi 10 olan hansılar var bizdə? Cəmi 10 ola biləcək. Hansı? Üzrə düşsə 10 eləyər. 5, 5. 4, 6, 5, 5. Başqa var? 6, 4. Hə, bir də 6, 4 var. Uşaqlar 4, 6 ilə 6, 4 fərqlidir. Bunu yazmalısınız ayrı-ayrı. Amma 5, 5 eyni şeydir. Dəyişəndə bir şey dəyişməyəcək. Onda bizdə burada oldu 3 ehtimal. P də olacaq 36-da 3. Yəni 3 ixtisar aparsız qalacaq 12-də 1. Bəs bu hissədən ehtimalla bağlı kimin nə sualı var?
Bu da Orada hamıya A aid. variantı yazdınız ki en azı 3 olma ihtimali. 3, 4, 5, 6. 4 tane olmur Ha, orada. ən az üç yazmışım orada. Onu gəlin astar düzdür. 4 dənə də. Düzdür. Ən azı 3. Çox sağ ol düzəltdiyim üçün. Ən azı 3-dürsə, burada 4 dənədir. O da 3-də 2 eləyir. Başqa suallar, kimdəsə sual varmı və ya nəsə səhv yazmışıqsa onu düzəldək. Yoxdur ki. Və yazdıq bunu. Yaxşı, gələk suallara baxaq. Birazdan çox merak edirik ki, suallarda bəs nə düşür. Bunun üçün yazmışam bir saniyə təmiz PDF tapaq. Məsələn, elə sırayla gedək. Olsun ikinci sual. İkinci sualda uşaqlar, sizcə hansı qaydanı tətbiq edəcəyik? Nə etmək lazımdır burada? Kombinezon 8-dən 3. Hə, sadəcə kombinezon 8-dən 3, başqa heç nədən. 8-dən 3-ünü seçirsən. Yəni heç bir əlavə şərt də demir. Yəni adicə kombinezon 8-dən 3. Bu da olacaq, bayaq hesablamış təkrar yenə yazsaq. 8 vur 7 vur 6. Bölünsün 3 faktorial. Bunlar da gedər, qalar 8 vur 7, 56. O da olar Y variantı. 2 ilə bağlı sualı olan. Bu hamıya aydın deyəsən. Yaxşı uşaqlar, biraz sualı dəyişək. Bəs 11-dən 11 3 dəfə qəbula düşüb. Baxırınca 2023-də düşüb. Burada necə olacaq? Rahat düşünün, yəni çox da çətin bir şey deyil. Yenə çox sadədir. Yoxdur ürəkliyi tapan. Kombinasyon yox, o birisi nə idi? Uşaqlar, yenə eyni şeydir. Yenə kombinezon 7-dən 5-dir. Kombinezon 7-dən 5. Axı dedim, seçəndə ancaq kombinezondan. Başqa heç nə fikirləşməyin. Permutasiyadan unudum. 7 nəfərdən 5-ini seçirdik. Nə olacaq burada? Kombinezon 7-dən 5. Başqa heç nə. Bu da olacaq belə də. 7 faktorial bölünsün 5 faktorial vurulsun 2 faktorial. Yəni bu bizə nə verəcək? 5 faktorial vurulsun 6 vurulsun 7. Aşağıda isə 5 faktorial vurulsun 2. Düzdür, bu arada Dilara tapıb. Bu yiyəcək 21. Kenya vurduq müəllim. Necə yəni? 2-yə niyə vurdu? O faktorial deyildi də. 2 faktorial 2 daha. İkini soruşurdum səkər. Müəllim. Bəli. Olar mən çıxım, sualları bilirəm. Hə, tamam, çıx. Sağ ol. Sən də sağ ol. Harda da təkcə 3 faktorial yazdıq, ona görə soruşdum. Hə, harda çox faktorial yazdıq. Onu birbaşa hesabladım. Orada bir şifa yazdım, burada elə yazmadım. Yəni fərqi orada da aynı. Bildim, çox sağ ol. Sən də sağ ol. Uşaqlar, bəs 13-də necə olacaq? Bunlar düzülüb şəkil çəkdirirlər. Necə olacaq indi burada? İki komandadır, hərəsində 6 üzvü var və düzülüb şəkil çəkdirəcəklər. Sizcə hansı variant olar burada? Ən əvvəl dediyim birinci düzülüş. Hə, düzdür uşaqlar, Y variantıdır. İki komandanı boş verin. Bir dənə komanda olsa, 6-dan 13-ü var. Neçə fərqli formada dura bilərlər? 6 faktorial. Yəni bayaq siz 6 nəfərdiniz, 6 faktorial oldu. Bəs ikinci komanda, bu da 6 faktorial. Yaxşı, bəs sizcə 2 hardan çıxdı? 2 hardan gəlir? 2 ayrı komanda idi, hərəsi 6 faktorial oldu heç. 2 hardan çıxdı? Biri arxada, biri qabaqda. Hə. Ona görə. Uşaqlar, qabaq arxa yerdən dəyişə bilər. Arxa ön, arxa ön. 2 də oradan gəlir. Olacaq cavabımız Y variantı. 13 ilə bağlı bəs sualı sıxıntısı olan. İndi burada baxırıq 10-cu suala. Onu da qəbul sualı daxilində atdığım qəbullarında birinin içində var idi. Minanın 2 dənə rəfiqəsi 3 dənə velosiped götürəcək. Bunu nəticə fərqli formada seçə bilərlər. Vurma prinsipindən məsələn yola bilərsiniz bunu. Minadır, bu olsun birinci dostu, bu da olsun ikinci dostu. Cavab neçə eləyəcək burada? 3 faktorial. 6 eləyir. 3 6. vur 2. Hə, şu an 6. Minanın seçə biləcəyi neçə dənə velosiped var orada? 3 dənə. Birinci dostun neçəsi qalır? İkisi. Bəs axırıncı dostuna biri. Bunlar da bir-birinə vuranda neçə eləyəcək? 6. Yəni cavabımız olacaq D variantı.
İndi bu hamıya aydın oldu. Düz nərmə tapılmış, Dilara tapılmış. Yaxşı, sualı biraz dəyişdik. Gəldik 5-ə. Burada sizcə nə etmək lazımdır? Ümumiyyətlə burada hansı qaydadır? Sonra nə baş Bayaq verəcək? dedim, Kombinezon və 6-dan 4 olanda vurulur. vurulsun, kombinezon 4-dən 2 belə. Hə, uşaqlar, birincisi kişiləri işlərin içindən seçməliyik. Olacaq belə kombinezon 6-dan 4. Qadınlarda qadınların içindən kombinezon 4-dən 2. Arada da və olduğuna görə və deyir axı burada vurmalısınız. 6-dan 4. Bunu da birbaşa yazıram. Bu edir 15. 4-dən 2 edir 6. 15 vur 6 olacaq 90. Orada yer yox idi deyə yazmadım. Şu an kombinezon 6-dan 4 nədir? Olacaq belə də 6 faktorial vurulsun 4 faktorial vurulsun 2 faktorial. 6 çıx 4-dən. Bu deyəcək belə 4 faktorial vur 5 vur 6 bölünsün 4 faktorial vur 2. 4 faktorial getdi 30-un yarısı 15 eləyəcək. 4-dən 2 də rahatlıqla 4 vur 3 bölü 2. Bu da 6. İndi 5 ilə bağlı sualı olan. Bu da yoxdur deyəsən. Tamam. Gəldik şu an indi biz burada 9-a. 9 da özü qəbul sualı. Siz bunu bir dəfə oxuyun, ondan sonra mən onu izah edeyim. Hətta səhv etmirəmsə ən axırıncı atdığım PDF-dəki sualdır. Yəni ki, artıq oxuduq. Uşaqlar, burada neçə kitab var? Ümumi neçə kitabımız var? Bunu vurma prinsipini yazacağıq çünki. Həmin Bir. kitab saydı 7 düzəltməliyik burada. 5 dənədir də, 4 dənə dərslik, bir də lüğət. 5 dənə kitabdır. Oldu 5. Uşaqlar, burada 5 nəfəri yer düzəltdik. Bunları yerləşdirəcəm. Amma həmişə yerləşdirəndə hansının üzərinə şərt qoyubsa onu yazırsınız. Şərt hansında varsa. O da hansında var uşaqlar? Lüğəti deyir ki, lüğəti əvvələ qoyma, bir də axıra qoyma. Qalan hansını arasından qoy. Hə, düzdür, 20-48-dir. Uşaqlar, lüğəti əvvələ və sona qoya bilmiriksə, onda biz lüğəti əvvəl axıra qoya bilməliyik də. Nə əvvəli, nə sonuncu ola bilməz. Məsələn, tutaq ki, birinci, bura neçə dənə fərqli kitab qoya bilərsən? Lüğəti qoya bilmərsən. Neçə dənəsi qaldı? 4 dənəsi. Onda burada 4 dənə fərqli ehtimalımız var. Birini artıq ora qoydun axı. Neçə dənəsi qalır yerdə? Məsələn, tutaq ki, B-ni qoydum, kitablardan biri. Sondakılara baxsaz, yenə lüğəti qoya bilmirsiniz orada. Birini də artıq, məsələn, B-ni də qoymuşam. Orada artıq mənim 3 dənə fərqli kitabım qalıb. A, C, D-dən biri. Burada oldu 3. Birini də bura qoyduq. Məsələn, atıram C-ni qoydum. Uşaq, bura qaydanda artıq lüğəti qoya bilirəm. Çünki lüğəti əvvələ və axıra qoya bilmirik. Əvvələ və axıra qoya bilmiriksə, onda burada əvvələ axıra qoya bilmiriksə, o zaman birini çıxırıq. Qalır burada 3 dənəsi. Çünki zaten 2 dənə kitab idi. Birində burada lüğəti gəldi üstünə. Lüğəti qoya bilərdik artıq ortada. 3 dənə də burada. Sonra birini qoyduq. Məsələn, tutaq ki, A-nı qoyduq. Burada 2 olur. Birini də qoyduq, axırda biri qalır. Bu arada vurursuz bir-birinə. O deyir 72. Kimə aydın olmadı burada? Sualı olan. Mən də Nərmin sən kimi oxumuşdum. Olsun deyə oxumuşdum. Olsan da düzdür 48-dir. Burada olmasın deyir. Hə. Niyə azalır ki? Hər dəfə hamısına qoymaq mümkün olmur ki? Dəqiq bilmirik Yəni axı. kitab rəfi görmüsən düzdür. Bəli. Hə. İndi bunu qoydunsa, üstünə tərəf bunu gətirib qoyasan. 2 dənə kitabı üstə qoya bilərsən orada. Bura məsələn bir Həmin dənə A anda kitabını deyir qoydum ki, bura. Qulaq as. A-nı qoydum bura. Axı bu da oldu, bura başqa şey qoya bilmirsən. Ona görə bir dənə azalır da mümkün versən sayın. aydındır. Aydın bir dənəsini qoydunsa artıq bu getdi, onu atdın çölə. Qaldı 4 dənəsi. Sonra birini qoydun, məsələn birini də bura qoyduq, C-ni də qoydun, qaldı 3 dənəsi. Artıq lüğəti qoya bilirsən. Məsələn tutaq ki, B-ni atdın bura. Qaldı 2 dənəsi, sonra lüğəti qoydun, sonra da o biri. İndi başa düşdün yoxsa necə? Bəli. Çox sağ ol. Sualı olan? Yoxdur. Ondan 18-i bir dənə bu frəngizə tez kombin edin, bu yazıq getsin. 18. Frəngizin kombini soruşur. Neçə fərqli kombin ola bilər?
Tapan var bunu. Niye 5'ten başladık Zeynep? Çünkü orada 5 tane kitap var idi zaten. Toplam 5 tane ona göre. Ne tapı burada Mehriban? 6. 6 niye? Ben dedim bunu qızlar şifahi tapacaq. Hər gün elədiyiniz şeydə. Uşaqlar, bu yazıq hər dəfə geyinəndə, hə, aytası düz 54-dür. Hər dəfə bir köynək, bir ətək, bir də ayaqqabı geyinir. Hə, yəni düz yəni tapıb. Hərəsindən birini seçək. Hərəsindən birini seçdiyimizə görə, baxın bunun 3 dənə köynəyi var, 6 dənə ətəyi var, 3 dənə də ayaqqabısı var. Hər dəfə kombində birini seçməyəcək. Onda olacaq belə də kombinizon 3-dən 1. Sonra kombinizon 6-dan 1. Bir də kombinizon 3-dən 1. Orada da vəd dediyinə görə bunlar bir-birinə vurursunuz. Bu da olacaq. N-dən bir də N-i verir. De olacaq burada 3. 6-dan 1 6-nı, 3-dən 1 də 3-ü. 3 vurulsun 6 vurulsun 3. Bu derəcə 54. Bir köynəyə bir dəfə geyinir, amma bir köynəyə qarşılıq geyinə biləcək 6 dənə ətəyi var. Ona qarşılıq da 3 dənə ayaqqabısı var. Yəni bir dənə köynəyinə bu 18 dənə kombin edə bilər. Məsələn, tutaq ki, qırmızı köynəyi seçdi və qırmızı köynəyinə qarşı 6 dənə bunun ətəyi var. 6 dənə buradan gəlir. 3 dənə də ayaqqabısı. 6-nın vuruşdurucu olur 18. İndi bu aydın oldu yoxsa necə? Ümidvaram ki, hə. 18-dən sual olan yoxdur deyəsən. Bu arada 17-nin 17-sidir. 4 dənədən birinin, 5 dənədən birinin və 6 dənədən birini seçirsiniz gedir. Gəldik sonra burada 25-ə. 25-i oxuyun, onu özüm yazacağım. 25. Bunun yuxarısında daha çox yer var, yuxarı yazarım. Siz bir dəfə onu oxuyun, ardından özüm qeyd edəcəm. Yəqin ki, artıq oxuduq. Uşaqlar, 8 nəfərlik şagird qrupunda 3 nəfərlik, 5 nəfərlik 2 dənə qrup seçmək lazımdır. Amma şərt belədir ki, Kənanla Kamran bir qrupda olmalıdır. Yəni, bunlar mütləq bir qrupda olacaq. İki versiyam var da, bunları bilmirəm. Bunlar 3 nəfərlik qrupdadır, yoxsa 5 nəfərlik qrupdadır. Bunları hər ikisinə qoya bilərik. Ona görə tutaq ki, birinci versiya, bu Kənanla Kamran, Kənan və Kamran, bunlar olsun 3 nəfərlik qrupda. 3 nəfərlik. Bir də ola bilər ki, bu Kənanla Kamran olsun 5 nəfərlik qrupda. Kənan və Kamran 5 nəfərlik qrupda. Buna görə hərəsinə ayrı-ayrı baxarsınız. Məsələn, bunlar 3 nəfərlik qrupda olsa, bunların qrupuna neçə nəfər seçməliyik biz? Uşaqlar, 3 nəfərliklər var. Qrupda 3 nəfərdir. Kənanla Kamanı seçib qoymuşam. Bunların qrupuna indi neçə nəfər seçilməlidir əlavə? 1 nəfər. 1 nəfər. Bəs neçə nəfərin arasından? 6 Neçə nəfər. nəfər? Hə, 6 nəfərdən. Çünki onsuz da 8 nəfərdir. Uşaqlar, bundan ikisini seçdim, qaldı 6-sı. Və Kənangilin qrupuna sadəcə 1 nəfər lazımdır. 3 nəfərdir, axı var. İkisini seçmirsən, orası Kənana Kamrandır. Yəni burada olacaq bu kombinizon 6 nəfərdən biri. Yerdə qalan 6-sından birini seçməlisiniz. N-dən bir də N-i verir. 6-dan bir də olacaq 6. Bəs deyərsiniz ki, bu 5 nəfəri niyə seçmədik? Çünki zaten 8 nəfərdir. Sən bunların 3-ünü seçib bir kənara qoysan, digər 5 də bir yerdə olacaq. Onların seçməyə ehtiyacı yoxdur. Bu oldu birinci versiya. Bəs ikinci, bunlar 5 nəfərdir. İkisini seçmirsən zaten. Kənanla Kamran oradadır. Neçə nəfər çatmır? Yenə 3 nəfər çatmır indi də. Və yenə 6 nəfərdən seçəcəksən. Çünki Kənanla Kamran artıq seçmirsən oradadılar. Yerdə qalıb 6 nəfər. Və həmin o 6 nəfərdən üçün bunların qrupuna seçmək olacaq belə kombinizon 6-dan 3. Bu da burada yerim yoxdur. Birbaşa yazaq 4, 5, 6 bölün 20 edir. Onsuz da cavablardan görürsünüz ki, bunları toplamaq lazımdır. 120 yoxdur, 26 var. Bəs niyə topluyoruz? Çünki uşaqlar ya dedik burada və demirik. Orada ya yazılmasa da mən deyirəm ki, Kənanla Kamran ya 3 nəfərlik qrupdadır, ya da 5 nəfərlik qrupdadır. Bilinmir hansındadır. Ya dediyimə görə onda biz də burada 6 ilə 20-ni toplayırıq. 6 üstə 20. Bu da neçə? 26. Yəni cavabımız olacaq Y variantı. İndi bu 25-dən sualı olan.
Müəllim, orada niyə 6 götürdü ki 8-i? Bax 8 nəfərlər düzdür. Kənanla Kəmalı seçmisən. Artıq Kənanla Kəmalı 8 nəfərdən tutaq ki, 3-ün özünü aparacaqsan. Deyirsən ki, Kənan sən gəl, Kəmal sən gəl. Qaldı 6-sı. O 6 nəfərdən yerdə qalan 6 nəfərdən birini seçirsən. Ona görə 6 götürdük. Yəni 3 nəfər düzəlsin deyə yerdə qalan 6 nəfərdən sadəcə birini seçirik. Başa İndi düşdüm. başa düşdün mü? Bəli, çox sağ ol. Sən də sağ ol. Başqa sual olan. Aydındır buna hamıya. Yaxşı, bəs 26-da. 26-nı oxuyun, 26-ya baxaq. Deyir ki, 5 elementli ad çoxluqlarının sayı 3 elementli ad çoxluqlarının sayına bərabər olan çoxluqlar neçə ədəd 2 elementli ad çoxluq var? Belə oxuyanda çox qarışıq kimi görünürsə, əslində çox sadə sualdır. Şöyle tutaq ki, bunun 2 dənə elementi var. 2 element. Bilmirdi nə qədər burada element var. Bizə deyir ki, 5 elementli ad çoxluqlarının sayı 3 elementli ad çoxluğunun sayına bərabər olsun. 2 element varsa ne olacaq belə? Kombinizon 2-dən 5, yəni 5 elementli ad çoxluqlarının sayı 3 elementli ad çoxluğu 2-dən 3-ə bərabər olsun. Bizə bunu deyir. 2-dən 5 bərabərdir 2-dən 3-ə. Yaxşı, kombinizonlar nə vaxt bərabər olur? Yəni 2-dən 5 nə vaxt 2-dən 3-ə bərabərdir? Yəni x neçə olmalı ki orada? Hə, 8 olmalıdır. Şu an niyə 8 olmadı? Çünki bayaq dedik ki, məsələn, kombinizon 10-dan 7 niyə bərabərdir? Kombinizon 10-dan 10 çıx 7 3-ə. Yəni bu sağ tərəflərin cəmi gərək sol tərəfi versin ki, kombinizonlar bərabər olsun. İndi burada x-dən 5 x-dən 3-ə bərabərsə x gərək 8 olsun ki, kombinizon 8-dən 5 bərabər ola bilsin. Kombinizon 8-dən 8 çıx 5 3-ə. Bu hissəsi ilə bağlı sualı olan. Yaxşı, bizə nəyi soruşur? Bizə deyir ki, 2 elementli ad çoxluğunun sayını tapın. 8 element yoxdur. Onu olacaq kombinizon 8-dən 2. Bu da nə verir? Birbaşa yazım 8 vurulsun 7 bölünsün 2. Yəni 28. 28 fərqli formada, 28 fərqli ad çoxluq var daha doğrusu. Fərqli formada yox. Bu 26 ilə bağlı indi sualı olan. Kiməsə nəsə aydın desə, desin təkrar baxaq. Yazdı hamı bunu. Sualı olan. Yəqin ki, artıq yazmış olaraq keçək. Keçməmişsiniz burada 20-ni həll edin, sonra keçək. Dairəvi masadır. 20-də sizcə cavab necə olacaq? 6 vurulsun 6 çıx 1. Yox, sən hədiyyə ilə qarışdırdın bunu. Dairəvi masadır. 5 faktorial. O da yox. En çıx bir değildi. Nəyə səhvlə çıxartdı axı bəs? Nədir orada? Uşaqlar orada deyir bir ki, nəfər götürürük. 5 çıx 1 faktorial. hə, uşaqlar orada deyir ki, ana ata birləşik olsunlar, yan-yana olsunlar. Onda ana atanı bağladıq, bunları bir nəfər kimi saydıq. Ana ata bir nəfər kimi. Bunları bir nəfər kimi sayırıqsa 5 nəfər, 6 nəfər yox, 5 nəfər olur da. Olacaq belə 5 çıxılsın 1 faktorial. Bir də ana atan öz yer dəyişməsi vurulsun 2 faktorial. Olacaq belə 4 faktorial vurulsun 2. Bu da olacaq 48. İndi bu hamıya aydındır. Çünki orada 6 nəfərdir zaten. Ana atı bir yerdədirsə qaldı 5 nəfər. Və onların ikisini bir-birinə bağlayırsan olur faktorial. 4 faktorial vurulsun 2 olacaq 48. İndi 20-dən sual olan. Daha hamıya aydındır. Yaxşı, gələ ehtimala. Məsələn, şöyle baxaq burada 28-ci suala. Ehtimalda bizə səhv edilən ümumiyə bölürüz. İndi bunu bölsək, P niyə bərabərdir? Ümumi hallarda 36 dənədir bu heç. 2 zər atılır da 6 6. Bəs sizcə səhv edən səhvəli halların sayı neçədir burada bu sualda? 2 tane. Hər iki zər. Neçə dedin Ayten, 2. eşitmədim? 2 tane. 2 deyil uşaqlar. 1-dir. Niyə? Çünki 2 dənə zər deyil. Deyir ki 3 düşsün də. Bizdən azıq 3 düşə bilər də. Başqa versiya var ki, bu 3-lərin yerini dəyişdirmə mənası olmur axı. Məsələn 3-2 desəydi, hə, yerin mənası olacaqdı. 3-2 2-3 fərqli şeylərdir. Amma sadəcə 3 deyirsə, orada bir dənə ehtimal var. İkincisi yoxdur. 3-3 düşəcək. Olacaq 36-da 1. Bununla bağlı bəs sualı olan.
Daha mı aydındır? Yaxşı uşaqlar, onda siz burada 37-ni oxuyun. Mən də 37-ni izah edirəm indi. Bunu bir dəfə axıra kimi oxuyun. Demək olar ki, ehtimal suallarında burada ən qarışığıdır. Yəni biz burada 5 taxtalı və 6 ərikdən 4 dənə meyvə seçməliyik. Amma orada deyir ki, götürülmüş meyvələrdən ən az ikisinin əri olma ehtimalını tapın. Həmişə uşaqlar belə suallarda birinci ümumi tapın. Ümumi niyə bərabərdir? O zaman mən 11-dən 4. hə, ümumini hesablasam uşaqlar orada 14 dənə, 11 dənə meyvəm var. 11 dənədən 4-ünü seçməliyəm. Kombinizon 11-dən 4. Bu da nə verəcək? Verəcək bizə 11 faktorial. 11-dən 4 çıxanda 7 faktorial vurulsun 4 faktorialın özü. İndi bunu hesablayanda 7 faktorial vurulsun 8 vurulsun 9 vur 10 vur 11. Bölünsün aşağıda da 7 faktorial uşaqlar vurulsun 4 faktorialı yazaq belədir 1 2 3 4. 1 2 3 4. İndi 7 faktoriallar getdi uşaqlar 8-də 2 vur 4-dən gedəcək. 8-də 2 ilə 4-dən gedəcək. 9 da üstdən gedəcək. Bununla vuranda olacaq 330. Yəni bu o deməkdir ki, burada ümumi hallar 330 sonu götürə bilərik. 11 dənə meyvədən 4-ün 330 fərqli formada seçə bilərik. Bu heç. Sonra səhvəli hallara gələcək. O heç. Amma bizə orada deyir ki, ən az ikisinin əri olması ehtimalını tapın. Ən az 2 əri deyirsən, hansı ehtimallar var bizdə? Neçədən ola bilər əriklər? Necə? 6-dan 2 götürülür. Necə? Ən az 2 deyir. Axı başqa nə ola bilər orada? Şu ən az 2 dediyinə görə orada 3 də ola bilər, 4 də ola bilər. Yəni onun fərqi yoxdur. Sadəcə bizə ən az 2 deyir. Ən az 2 dediyinə görə 3-ü də götürə bilərsiniz, 4-ü də götürə bilərsiniz. Hər ikisi ola bilir. Yəni gəlin buna ayrı-ayrı baxaq. Birinci məsələn, uşaqlar tutaq ki, fərz eləyək, bunları da buradan yazaq. Birinci. Tutaq ki, biz 2 dənə ərik seçirik. 2 ərik. 4 dənə meyvə olması üçün neçə dənə şaftalı seçməliyəm? 2 dənə onda 2 dənə şaftalı. 2 ərik, 2 şaftalı. Gedirsiniz əriklərin içindən. Baxın, burada 6 dənə ərik var. 6 dənə ərikdən ikisini seçir. Olacaq belə kombinizon 6-dan 2. Və şaftaları şaftaların içindən. Bunu da fərqli yazaq, buna qarışmasın. Şu 6 dənədən ikisini seçdik. Kombinizon 6-dan 2. Və vurulsun şaftalar da şaftaların içindən. Kombinizon 5-dən 2. Niyə vurulsun? Çünki vəd edirəm. 6 dənə ərik və 2 dənə şaftalı. Eyni anda seçirsən. 6-dan 2 yer yoxdur, birbaşa yazıq. 15 edir. 5-dən 2 də 10 edir. Bunlar da bir-birinə vuranda 150 edir. Sonra məsələn nə ola bilər? Ola bilər ki, uşaqlar orada belə seçək. 3 dənə ərik. Əgər 3 dənə ərik götürsən, neçə dənə şaftalı lazımdır? 1 dənə şaftalı və 1 şaftalı. Ondan sonra burada nə olacaq? Olacaq belə. Kombinizon 6 dənədən 3-ünü seçəcəksiniz və vurulsun şaftalılar 5 dənədən 1-in. Kombinizon 5-dən 1. 6-dan 3 20 edir. 5-dən 1 də 5 olacaq 100. 100 ehtimal da burada var. Və sonuncusu. Ən son ola bilər ki, bunların 4-ü də ərik olsun. 4 dənə ərik. Onda nə olacaq biz? Uşaqlar 6 dənədən 4-ü. Kombinizon 6-dan 4. Bu da 15 edir. Yəni mən sərfəli halları burada yazsam, sərfəli hallar, sərfəli. Bizdən soruşulan. Baxın 15-i buradadır, 150-si burada, 165, 100-ü də burada. Toplam 265 dənədir. Onda ehtimalı tapacaqsa, ehtimal 330 bölü 265, daha 265 bölü 330 olmalıdır. Onu da gəlin burada bir də qeyd eləyək. Bizim ehtimalımız olacaq. P də bərabərdir. 265 bölünsün 330. Bunların da hər birini 5-ə bölsək 53-də, o da 50, o da 56-da. Bu 56 edir. Bunu səhv yazdıq. 56-da. Yuxarıda da deməli 50, o 30 oradan, o da 3. 53 eləyəcək bu da. 53'də 66 değil mi? Bunu tamam yapmışam. 66 da 53. Burada 53, burada da 66. Yəni düzgün cavabımız olacaq 66 da 53. 37 də bəs kimə aydın deyil. Buradan tam hər şey başa düşdü. Ehtimal bu arada heç vaxt qədər çətin düşməyib. Yəni birləşmələr nəzəriyyəsi azca çətin ola bilər, amma ehtimalla bağlı çox da çətin. Belə sual heç vaxt düşməyib. Məsələn, düşə biləcək olan biri 31. 31-i bir dənə yazın orada görək nə alacaqsınız.
Yəni sadəcə baxmalısınız ki, nəyin içindən seçirik. Yatıb yasan hamı orada. Sonra birinci ümumi tapın. Ondan sonra sizə səhv eləyənə baxın. Yatmamışsınız, ümid eləyirəm. Qulaq asırsınız. B variantı olar. B Surətdə variantı olar. 4 olacaq. Necə? Surətdə kombinezon 4-dən 3. Hə, aşağıda bəs? Məxrəcdə 7-dən 3 olar. Hə, düzdür. Uşaqlar 3 nəfər seçirsiniz əsl. Orada belə kombinezon 7-dən 3 ümumi hallar. Bu da nə olacaq? 7-dən 3 dənə geri qayıtdınız. 7, 6, 5. Bölünsün 3 faktorial. Bunlar da getdilər 35. Bir də nəyi hesablamayaq? Sərfəli hallar. Uşaqlar qızların içində 3 dənə qız demir. Toplam 4 dənə qız var. Bu olacaq kombinezon 4-dən 3. Bu da nə olacaq belə bir şeydə? 4 faktorial bölünsün 3 faktorial vurulsun 1 faktorial. Heç nə 24-də böldük 6, bu da oldu 4. Ehtimal da bərabərdir. 4 böl 35. O da bizdə hansıdır? B variantı. 31 aydın oldu indi. Sualı olan. Yaxşı, ehtimaldan son olaraq burada baxırıq. Üçüncü suala. Deyir ki, eyni formada olan 3 dənə sarı, 2 dənə göy və 4 dənə qırmızı qutu yanaşı düzülməlidir. Qırmızı qutuların hamısı yan-yanaşı olmaq şərti ilə qutular neçə müxtəlif formada düzülə bilər? Uşaqlar, bunlar eyni qutudur. Yəni sarı, göy, qırmızı olması sadəcə onların sayını bildirəcək bizə. Və qırmızı qutular yanaşı olmalıdır. Qalanlarla bağlı bir şey bilmirəm. Qırmızı qutular yanaşı olacaqsa, baxın 3 dənə bir sarı var. Sarı, sarı, sarı. 2 dənə də göy var. Göy, göy. Amma qırmızıları bağlayıb bir dənə kimi götürürsünüz. Qırmızı, qırmızı, qırmızı deyil. Bunları bağlayıb bir dənə qutu kimi seçirsiniz. Onda bir dənə burada, 2 dənə burada, 3, 4, 5 rəddə deyəsən bu düz saydıq. Birini yemişik. 6 dənə. 6 dənə fərqli qutu var. Oldu 6 faktorial. Bölünsün. Axı demişdik uşaqlar təkrarların sayına bölməliyik. Orada fikir verirsiniz, qırmızılar bizə təkrar eyni şeydir. Qırmızıları bir dənə saymışam zaten. Ondan bir fərq görməyəcəm. Amma təkrar nələr var bizdə? Təkrar sarılarda, göylər də təkrardır bir-birindən. Eyni şeylər veriblər. Sarılarda, göylərdə. Onda olacaq burada 3 faktorial vurulsun 2 faktoriala bölməlisiniz təkrarların sayına. Məsələn, tutaq ki, adi elə bu söz düzəldirsən də, bu 4 dənə qını bir dənə hərf kimi gör, bir dənə q hərfi kimi gör. Olacaq normalda 6 faktorial, 6 hərfli bir şeydir. Amma 3 dənə sığ təkrarlanır, 2 dənə də göy təkrarlanır. Bunu hesablasaz 6 faktorial 720 eləyir. 3 faktorial 6, 2 faktorial da 2. Bunu da böləndə 720 12-yə bölürük, o da olur 60 deyəsən. Hə, 60 olacaq C variantı. Yəni təkrar varsa həmişə təkrarın sayına bölməlisiniz. Müəllim bir Sən sual bir ola sual. bilərəm. Hə, buyur. Yuxarıda 4 dənə qırmızını bir kimi götürdük. Amma niyə görə göyləri 2-6 yazı üstündə ayrı-ayrı? Çünki deyir ki, hə, tamam. Göylər 2-6 yazmadım. Mən göylərin orada 6 yadımdan çıxmışdı. 6, 2-6 getdi. Əslində bu belə olmalıydı. 2, 3, 4, 5, 6. Hə, yəni Niyə burada? Hə, sayılmasın niyə? deyə. Çünki bu qırmızılar yanaşı durmalıdır. O bayaq dedik, yanaşlar bir nəfər kimi sayırsın. Ona görə onları bir nəfər kimi sayıram. Amma göylər hər yerdə dura bilər. Göyləri ayrı-ayrı sayıram. Hə, başa düşdüm. Çox sağ ol. Həm də sağ ol. Başqa uşaqlar sualı olan? Heç bir şey ehtimalla bağlı bu qədər. Ehtimalın qalanı evdə yazarsınız. Düz indi qrafik diaqramın izahını atmışdım. Amma qrafik diaqramdan kimin nəsə sualı varsa, onlar yazsın, onlara baxaq. Ehtimalın qalanı evdə, inşallah gələn həftəyə yazırıq. Hamımızın bu arada yenidən bayramını təbrik edirəm. İnşallah ki, 2026 sizin üçün düşərli olar. Hamımız 26-da magistr adını qazanmış görərik. Ümid edirəm ki, iyul ayında tək dərdiniz ixtisas seçmək olar ki, müəllim hansını seçək, hansı yaxşıdır, hansı məsləhət görürsünüz. Hamınızı ən çox istədiyiniz universitetin ən yaxşı ixtisasına görmək diləyilə.
Çox sağ olun müəllim. Çox Sağ sağ ol. olun müəllim. Sizə baxın. İnşallah sizin üçün də uğurlar yeni. İnşallah, inşallah. İndi qrafikdən sonra kimsə sualı varsa desin baxaq. İzaha baxıb başa düşməyiniz bir şey. Bu arada sual olmayanlar çıxa bilər. Əgər sualınız yoxdursa, boşuna qalmağa ehtiyac yoxdur. Sağ olun müəllim. Sağ olun. Heç kimin sualı yoxdur indi. Amma bir qaçsa desin, heç kimin sualı yoxdur. Əgər yoxdursa, uşaqlar yekunlaşdıra bilərik. Varsa deyin baxaq. Yoxdur deyəsən. Heç kim üçün yazmadı. Oldan da uşaqlar gecəniz xeyrə qalsın inşallah. Gələn həftə, hətta gələn il görüşənədək. Sağ olun müəllim. Gecəniz xeyir. Sağ olun, xeyrə Sağ olun qarşı. müəllim. Bir yıl sonra inşallah görüşərik.